Hər vaxtınız xeyir olsun. Riyazi məntiqi məsələlər bölməsinə keçid edirik. Burada ilk mövzu olan natural ədəd məsələlərinin izahına baxırıq. Natural ədəd məsələlərində sualın şərtini oxuyub, həmin şərtdə verilənləri bir tənlik formasına, ifadə formasına gətiririk və daha sonra həmin ifadəni həll edirik. Tənlikdirsə, tənliyi həll edirik. İndi keçək sualların izahına. Birinci sualda qeyd olunur ki, ədədin iki rəqəmli ən kiçik sadə ədədə olan nisbəti ən kiçik tək sadə ədədin 3 misli olarsa, bu ədədi tapın. Ədədin neçə olduğunu bilmirəm, amma sualda qeyd olunur ki, ədədin iki rəqəmli ən kiçik sadə ədədə olan nisbəti. Bu ədədi bölməliyəm iki rəqəmli ən kiçik sadə ədəd, təbii ki 11-dir. 11-ə bölmüşəm, deyir bu nisbət nəyə bərabərdir? Ən kiçik tək sadə ədədin 3 mislidir. Ən kiçik tək sadə ədəd 3-dür. Ümumiyyətlə, ən kiçik tək ədəd 1-dir, amma sadədən söhbət gedirsə, 1 nə sadədir, nə də mürəkkəb. Bu səbəbdən ən kiçik tək sadə ədədimiz 3-dür və bunun da 3 mislini soruşur. Yəni 3-ün 3 misli olur 9. Ədədin 11-ə olan nisbəti nəyə bərabərdir? 9-a bərabərdir. Əgər ədədin 11-ə olan nisbəti 9-dursa, onda x olacaq 9 vur 11, yəni 99. Cavab olacaq 99. İkincide, rəqəmlərinin cəmi 23-ə bərabər olan 4 rəqəmli ən kiçik ədədin yüzlük və təklik mərtəbəsindəki rəqəmlərin hasilini tapın. Deməli, 4 rəqəmli ədəddir. 4 rəqəmli ədəd deyirsə və burada bir şey diqqətdən qaçırmayaq ki, rəqəmləri müxtəlif deməyib. Bu tip suallarda rəqəmlərin müxtəlif sözünü vurğulasa, rəqəmlərin müxtəlif olmasına fikir verməliyik. Lakin rəqəmlərin müxtəlif rəqəmli ifadələr verilməyibsə, onda rəqəmlərin eyni olması halı mümkündür. Rəqəmlərin eyni olması halında nəzərə alırsınız. Söhbət burada 4 rəqəmli ən kiçik ədəddən gedir. Ən kiçik ədəd deyirsə, onun yüzlük, minlik mərtəbəsi təbii ki, kiçik olmalıdır. Bu səbəbdən əlimizdə olan bütün böyük rəqəmləri ataq axırıncı mərtəbələrə və əvvəlləri də kiçik saxlayaq. Bacardığımız qədər kiçik. Onda burana 9 yazsam, rəqəmləri təkrarlanmasın deyə bir ifadə deməyib, yəni fərqli rəqəmlər olsun deməyib deyə burada 9 yazıram. Oldu 18. Gətirib ilk mərtəbəsinə 1 yazaram, çünki 1000 daha kiçikdir də 2000-də. 1000 neçəsə 2 minlik mərtəbəsinə 2 yazacağımdan daha kiçik bir ədəd alınır. Burada çatışmayan rəqəmlərin cəmi 23-ə tamamlayan ədəd hansıdır? 1, 9, 9 cəm 19 eləyir. 23 olması üçün də gətirib bura 4 yazmalıyam. Həmin ədəd nədir? 1499. Əgər rəqəmləri fərqli desəydi, nə edəcəkdik bəs? Rəqəmləri fərqli desəydi, 9-u bura yazardıq, 8-i bura. 9 ilə 8-in cəmi eləyir 17. Bir də bura yazacaqdım. Olacaqdı 18. 23-ə tamamlamaq üçün burada gətirib 5 yazardım. Və onlar da 1589. Sualın şərtində rəqəmləri fərqli demədiyinə görə 1499-u götürürük. İndi bu ədəddə yüzlük və təklik mərtəbəsindəki rəqəmlərin hasilini soruşur. Mərtəbələrə baxaq. Təklik, onluq, yüzlük və minlik. Yüzlük mərtəbəsi 4-dür. Onluq mərtəbəsi dedik 9-dur. Təklik mərtəbəsi 9-dur. Bizə nə lazım idi? Yüzlük və təklik. 4 vur 9, 36. Təklik və yüzlükdəki rəqəmlərin hasili olacaqdı 36. 3-ə baxırıq. Ardıcıl 8 natural ədədin cəmi 164-ə bərabərdir. Ardıcıl natural ədədlər anlayışı var. Bir də ardıcıl cüt var, ardıcıl tək var. Ardıcıl natural ədəd deyəndə birincisine x desəm, o birisi ardıcıl natural ədədlər bir-bir artır deyə x plus 1 olacaq. Sonra olacaq x plus 2. Söhbət 8 dənə natural ədəddən gedir. X plus 3, x plus 4, x plus 5, x plus 6 və x plus 7. Bu ədədləri cəmləyib cəmini 164-ə bərabərləşdirəcəyik. Buradan toplasaq 8x plus 28
bərabər olacaq 164-ə. Daha sonra buradan 8x bərabər olacaq 136. X də olur 17. Ardıcıl natural ədədlərin cəmi 164 ifadəsindən aldıq ki, bu ədədlərin ən kiçiyi 17-dir. Bizdən isə ən böyüyünü soruşur. Ən böyüyü nədir? X plus 7. X-ə 17 demişdik deyə 17-nin üzərinə 7 gəlirik və nəticə bərabər olur 24-ə. Deməli, ədədlər içərisində ən böyük 24-dür. Bəs başqa nə cür soruşa bilərdi? Ardıcıl cüt və ya ardıcıl tək deyərdi. Ardıcıl cüt deyəndə də ədədlər x plus 2, x plus 4 bu formada artacaq. Təklərdə də həmçinin bütün tək ardıcıl natural ədədlər və cüt ardıcıl natural ədədlər bir-birindən 2 vahid fərqlənir. 4-də ədədin 2 mislindən 4 əksiyinin üzərinə ədədin 4 mislinin 10 artığını əlavə edib 6-ya böldükdə verilmiş ədədin nəyi alınır? Bunu tapmalıyıq. Ədədin 2 misli deyəndə 2x başa düşülür. 2 mislindən 4 əksiyi nədir? 2x çıx 4. Və deyir, bunun üzərinə ədədin 4 mislinin 10 artığı. Ədədin 4 misli. Ədədi biz x qəbul etmişik də, ən əvvəldən x qəbul edik. 2 mislinin 4 əskiyinin üzərinə gəldim 4 mislinin 10 artığını. Yəni 4x plus 10-u gəldim. Və nəticəni böldüm 6-ya. Görək nə alınacaq? Yuxarıda 2x plus 4x toplayanda edir 6x. Mənfi 4-ün də üstünə 10 gələndə plus 6. Aşağıda da bölürəm 6-ya. 6x-i 6-ya böləndə 6-nı çıxarsam və yaxud da ki x plus 1 yazıb aşağını da 6-ya bölsəm 6 ilə 6 gedir. Və nəticə x plus 1 qalır. Deməli, mən əvvəl ədədimi x qəbul etmişdim. Və onun üzərində müəyyən proseslər, əməliyyatlar aparandan sonra ədədi x plus 1 aldıq. Yəni nə aldıq? Verilmiş ədədin 1 artığını almış olduq. Keçirik 5-ə. ABC-nin sağına 8 yazılanda alınan ədəd, soluna 2 yazılanda alınan ədəddən 3 dəfə böyükdür. ABC ədəddir. Bunun sağına 8 yazıram. Və deyir ya, sağına 8 yazanda alınan ədəd, soluna 2 yazılanda alınan ədəddən 3 dəfə böyükdür. ABC-nin soluna 2 yazsam, bu olacaq 2 ABC ədədi. Təbii ki, ədəddir bu. Ədədlər üstü xətlə göstərilir. Bu ədəddən 3 dəfə böyükdür. Yəni, bu ədədi vurmalıyam 3-ə. İndi nəyə baxmaq lazımdır? 2 ABC ədədini 3-ə vurur. 2 ABC ədədini vurur 3-ə. Və nəticəni alır ABC 8. Diqqətlə baxsaq, əgər C-ni 3-ə vurur və sonunu 8 alır. Onda C neçədir? C 6-dır ki, 6-nı 3-ə vurub 18 edib, 8 yazıb 1 yadda saxlayıb. İndi 1 yaddadır. C-nin də yerinə gətirib 6 yazmalıyam. Yuxarıda C 6-dırsa, aşağıda da 6-dır. B-ni 3-ə vurub, 1 də yadda qalıb, olub 6. B-ni 3-ə vurub, 1 də yadda qalıb 6 olubsa, deməli B-ni 3-ə vuranda sonu 5 ilə bitməlidir. Bu da B-nin 5 olması deməkdir. B-nin 5 olmasını qeyd elədik bura. B5 olub ki, 5-i 3-ə vurub 15, 1 də yadda olub 16. 6 yazıb, yenə də 1 yaddadır. A-nı 3-ə vurub, 1 də yadda olub 5. Yəni ki, A-nı 3-ə vuranda sonu əslində 4 ilə bitməlidir. Bu da nə olacaq? 8 olacaq. 8 olacaq ki, 8-i 3-ə vururuq. 24, 1 də yadda 25, 5 yazırıq 2 yadda, 2-ni 3-ə vururuq 6, 2 də yadda 8. Deməli, ABC ədədi nə imiş? 856 imiş. Bizdən isə A, B, C cəmini soruşur. 8, 5 və 6-nı toplayırıq. Nəticə olur 19. C variantı. Üstünə fərqli ədədin, yəni x, y, z deyə bilərik. Bunlara A, B, C deyə bilərik. Necə istəyiriksə, ixtiyari məchul ədədlər. Cüt cəmləri uyğun olaraq 38, 46 və 52-dir. Cüt cəm deyəndə XY, XZ və YZ cəmləri nəzərdə tutulur. Qeyd eləyək sistem tənliyi kimi. X ilə Y-in cəmi olsun 38. Sonra X ilə Z deyək. Bunların cəmi olsun 46.
Yerdə qaldı y-lə z. Bunların da cəmi necə? 52. Bu üçü sistem tənliyin hər bir hədlərini tərəf-tərəfə, sol tərəfləri bir, sağ tərəfləri bir toplayaq. Sol tərəfi toplayanda hərəsindən 2 dənə alınacaq. 2 vurulsun x plus y plus z bərabər olur nəyə? Sağ tərəfləri toplayanda 46, 38 və 52-ni toplayanda alınacaq 90 plus 46, 136. Onda x plus y plus z cəmi bərabər olacaq 68-ə. Bu üçünün cəmi 68-dir. Yuxarıda verilən cəmlərdən istifadə edirəm. X plus y 38-dir. Onda z nəyə bərabər olur? Z də bərabər olacaq 30-a. Z-i 30 yazandan sonra avtomatik x-in qiymətini 16 alıram. Z 30-dursa y də olur 22. Deməli, Z 30, x 16, y 22-dir. Bu ədədlərdən ən böyüyünü tapın deyir. Ən böyüyü hansı oldu? Aldığımız ədədlərə baxırıq ki, ədədlərin ən böyüyü 30 olub. Cavab da olur 30. C variantı. Rəqəmləri cəminin 5 mislinə bərabər olan 2 rəqəmli ədədin rəqəmlərinin hasilini tapın. 2 rəqəmli ədəddən söhbət gedirsə, biz onu A, B şəklində üstü-xət formasında qeyd edə bilərik. Rəqəmləri cəminin 5 mislinə bərabər olan bu ədəd. Deməli, həmin A, B ədədi öz rəqəmləri cəminin 5 mislinə bərabərdir. Yəni, bu bərabərdir 5 vurulsun A plus B-yə. İndi bu bərabərlikdən AB 2 rəqəmli ədədin mərtəbələrə ayrılışını yazırıq. AB ədədi B təklik mərtəbəsindədir deyə B, A-nın mərtəbəsi 10-luq deyə mərtəbələrə 10A formasında ayrılır. Bu bərabərlikdə mötərizənin xaricində olan ədədi mötərizənin içindəkilərə bir-bir vururuq. 5-i A-ya vuranda nəticə bərabər olur 5A-ya, B-yə də vuranda olur 5B. 5A plus 5B. Eyni məchulları bərabərliyin eyni tərəfinə keçirirəm. 10A-dan 5A-nı çıxıram, olur 5A. Burada isə 5B və B var. Bunlar da çıxanda olur 4 dənə B. 5A 4B-yə bərabərdirsə, onda A 4 olur, B də olacaq 5. A 4, B isə bərabər olacaq 5-ə ki, 5-i 4-ə, 4-ü də 5-ə vuranda nəticə bərabər olsun. Təbii ki, burada A-nı 8, B-ni 10, 4 və 5-in misilləri qəbul etmək olar. Sadəcə bizdə söhbət rəqəmlərdən getdiyinə görə 2 rəqəmli ədədin rəqəmlərindən söhbət getdiyinə görə ancaq burada rəqəmlər ola bilər. 0-dan 1-dən 9-a qədər. Bu səbəbdən A4, B5 olacaq. Həmin ədəd nə imiş? 45 imiş. İndi həqiqətən də baxın, 45 öz rəqəmləri cəminin 5 mislidir. 45 rəqəmləri cəmi 9-dur. 9-un 5 misli 45-dir. Bunu da həmin 2 rəqəmli ədədin rəqəmlərin hasilini tapın deyir. 4 ilə 5-in hasilini tapmaq lazımdır. Olacaq 20. 8. Bu ədəd rəqəmlərinin hasili 8-ə bərabər olan ədədlərin maksimal olanıdır. Rəqəmlərin hasili 8-ə bərabər olan ədədlər hansılardır? Biri 1 ilə 8-dir, bir də 2 ilə 4-dür. Biz indi rəqəmlərin hasili 8-ə bərabər olan ədədlərin maksimal olanını tapmaq istəyirik. Onda maksimal olanı tapırıqsa, ilk mərtəbəsinə, yəni ən böyük mərtəbəyə 8 yazmalıyıq. Qalanlarına isə 1 yazmaq lazımdır. Bu ən böyük olacaq. Təbii ki, 4 ilə başlasam, sonralara 2 yazsam, gərək bu birisilərə 1 yazam. Söhbət neçə rəqəmli ədəddən gedir. Bunu bizə şərtdə qeyd eləməyib. Heç bunun neçə olması da bizim üçün önəmli deyil, neçə rəqəmli. Sonsuzluğa qədər davam edə bilər bu. Sonu 1 olaraq davam edə bilər. Elə bizdən onun sonuncu rəqəmini soruşur. Biz ilk mərtəbəyə 8 yazandan sonra rəqəmləri hasili 8-ə bərabər olsun deyə sonrakılara da 1 yazmalıyıq. Bu səbəbdən də sonuncu rəqəm nə olur? 1 olur. C variantı. 9. 4 rəqəmli ədədin rəqəmlərinin hasili 105-ə bərabərdir. Bu ədəd həmin rəqəmlərdən ibarət olan ədədlərin ən maksimal olanıdır. Deməli, 4 rəqəmli ədəd olmalıdır. Rəqəmlərin hasili 105 olmalı və həmin rəqəmlərdən ibarət olan ən maksimal ədəd olmalıdır. Bildiyimiz kimi, maksimal ədədi yazmaq istəyiriksə, onun ilk mərtəbəsinə, yəni burada minlik mərtəbəsidir. Minlik mərtəbəsinə ən böyük ədədi yazmalıyıq. Ən böyük rəqəmimiz 9-dur.
Bura 9 yazsam, 9-u nəyəsə vursam 105 ala bilərəmmi? Yox, mümkün deyil. 105-ə bölünən ən böyük ədəd 7-dir. Yəni 105 7-yə bölünəcək. Ən böyük 7-dir. Bura 7 yazmışamsa, bu üçünün hasili neçə olmalıdır ki, ümumi rəqəm hasili 105 olsun. Bunların da hasili olmalıdır 15. Hasili 15 olan 3 dənə rəqəm və böyükdən kiçiyə düzməliyik. Çünki maksimal ədədi soruşur. O da olacaq nə? 5, 3 və 1. 7, 5, 3, 1 rəqəmlərin hasili 105-dir. Bunlardan da düzələn ən böyük ədəd 7531. Dördüncü rəqəmi tapın deyir. Dördüncü rəqəm olacaq 1. Onda A, B, V natural ədədlərdir. A ədədi B-dən 4 dəfə böyükdür. A-nın B-dən 4 dəfə böyük olması nə deməkdir? A bərabərdir 4 vurulsun B. Sonra deyir ki, B isə V-dən 3 dəfə kiçikdir. B-nin də yerinə V bölü 3 yazmalıyam. B V-dən 3 dəfə kiçikdirsə, B bərabər olmalıdır 3 dənə B-yə. Buradan belə baxırıq. V nəyə bərabərdir? V-ni tapmaq üçün aşağıların qiymətə vururuq. Yəni, bölünəni tapmaq üçün böləni qismətə vurmalıyıq. V də bərabər olmalıdır 3 dənə B-yə. İndi biz A-la V-ni müqayisə edirik. Baxırıq ki, A-nın yerinə 4B yazılıb, V-nin də yerinə 3 dənə B yazılıb. Təbii ki, 4 dənə B 3 dənə V-dən daha böyükdür. Yəni, A V-dən böyükdür. Böyük bərabər demirik, çünki A, B, V natural ədədlərdir. O zaman bərabər ola bilər ki, A, V-yə B 0 olsun. Həmçinin A və V də 0 olsun. Amma belə halda hər üçün natural ədəd olması halında A V-dən böyükdür şərti alınacaq A variantı. 11-də 6 AB ədədi AB ədədindən 51 dəfə böyükdür. 6 AB ədədi nə deməkdir? 600 neçəsə. Mən bunu 600 üstə gələk AB formasında yaza bilərəm. Məsəl üçün 600 üstə gələk tutaq ki 24. Belə. AB-ni də ədəd kimi yazırıq. Bu AB ədədindən 51 dəfə böyükdür. Yazmalıyam 51 vurulsun AB ədədi. Burada görürük ki, AB ədədi sağ tərəfdə də var, solda da var. Bunları bir tərəfə keçirəndə alacağıq 50 dənə AB. 50 dənə AB bərabər olacaq nəyə? 600-ə. Buradan da sıfırları atandan sonra 5 dənə AB-miz 60-dırsa, AB ədədimiz bərabər olacaq 12-yə. Bizdən də AB-nin qiymətini soruşur. AB olur 12. 5 AB ədədi AB ədədinin 21 mislindən 20 vahid böyükdür. Yenə də eyni qayda ilə yazırıq. 5 AB ədədi 500 neçəsə deməkdir. Bunu mən 500 üstə gələk AB formatında yaza bilərəm. Bu da bərabər olacaq nəyə? AB ədədinin 21 mislindən 20 vahid böyükdür. Yəni 21 vurulsun AB ədədindən 20 vahid böyükdür. Üstünə də 20 gəlməliyəm. Sağda və solda 21 AB ədədi var, birində də AB var. Keçirdirəm bir tərəfə, olacaq 20 dənə AB ədədi bərabərdir. Ədədləri də bir tərəfə 500 ilə 20. Bir tərəfə keçirdik, oldu 480. Sıfırları atandan sonra 2 dənə AB 48-dirsə, AB ədədi nə olacaq? Olacaq 24. Deməli, bu ədəd 524 imiş. 524 24-ün 21 mislindən 20 vahid böyükdür. Bizdən də AB cəmini soruşur. A 2-dir, B də 4-dür. 2 ilə 4-ü toplayırıq, nəticə olur 6. A variantı. X ədədinin 20-yə bölünməsindən alınan qalıq m kvadratına bərabərdir. Deməli, X-i götürmüşük, bölmüşük 20-yə. Nəticə bizim üçün maraqlı deyil, amma qalıq m kvadratıdır. Qalıq və bölən arasındakı münasibət hansı formadadır? Bölən qalıqdan hər zaman böyük olmalıdır. Qalıq böləndən kiçik olmalıdır. Bir ədədi biz 10-a bölürüksə, ala biləcəyimiz qalıqların maksimumu 9-dur. 0-dan 9-a qədər qalıq ala bilərik. 5-ə bölürüksə, maksimum 4 qalıq ala bilərik. 0-dan 4-ə qədər. İndi burada da eyni prinsipi tətbiq edirik və deyirik ki, bölən qalıqdan böyük olmalıdır. M kvadratı 20-dən kiçikdir. M-in yerinə hansı ədədləri yaza bilərəm? M olar 1. 1 olsa, qalıq 1-dir. Olar. 20-yə bölüb qalığı 1 alarıq. M-in yerinə 2 yazsaq,
Heç bir problem yoxdur. 2-nin kvadratı 4 olacaq. Qalıq oldu 4. M-in yerinə 3 yaza bilərəm. Qalıq olacaq 9. M-in yerinə 4 yazsam 20-yə bölüb qalığı 16 alaram. Burada da heç bir problem yoxdur. Ancaq M-in yerinə 5 yaza bilmirəm. Çünki 20-yə bölüb qalığı 25 tapmaq qeyri-mümkündür. M-in yerinə yaza biləcəyim ədədlər 1, 2, 3, 4-dür. Bunların da cəmi soruşur. 1, 2, 3, 4 cəmi bizə 10 verir. C variantı. 213 AB ədədinin 15-ə bölünməsindən alınan qalıq 3-ə bərabərdir, deyir. A plus B cəminin ala biləcəyi ən böyük qiyməti tapın. İndi götürürük 213 AB ədədini bölürük 15-ə. Görək bunu AB-yə böləndə, 15-ə böləndə nə alınasıdır? 21-in içərisində 15 bir dəfədir. Buradan yazdıq 15. Sonra 63. 63-ün içərisində 15 4 dəfədir. Bura yazırıq 60. Düşür qalır 3A. 3A-nın içərisində 15 neçə dəfədir? Təbii ki 2 dəfədir. 30. 15-i 2-yə vurduq 30. 3A, yəni 30 neçəsədən 30 çıxdıq və bu A-nın özünü qaldıq. Yanına da gəlir B düşür. AB ədədi 15-ə bölünən olmalıdır. AB-ni 15-ə bölüb nəsə bir cavab alırıq. Normalda belə düşünək də, bu AB ədədi 15-ə bölünən olsaydı, nə olmalıydı? Bunun sonu 0-la və 5-lə bitməli idi. 0 və yaxud da ki 5. İndi burada qalıq 15 3-ə bərabərdir. Əgər normal AB 15-ə bölünsəydi, hansılar ola bilərdi? 15, 30, 45, 60, 75 və 90 olardı. Amma deyir, əlavə olaraq 3 də qalıq qalıb. 15 olsaydı, 3 də qalıq olmuş olsaydı 18-i deyərdik. 33 də qalığı var idisə 33 olardı. Amma AB-dir deyib 33 alın, götürmürük heç. 45-dir, 3 də qalıq varsa 48 olur. 60, 3 də qalıq varsa 63. 75, 3 də qalıq varsa 78. 90, 3 də qalıq varsa 93. İndi biz AB cəminin maksimal qiymətini tapmaq istəyirik. Ala biləcəyi ən böyük qiymət. Bunlar AB-nin ala biləcəyi qiymətlərdir. 18, 33, 48. AB cəmi nə zaman böyük olur? Burada 12-dir, burada 15-dir, burada 9-dur, 12-dir, 6-dır, 9-dur. Rəqəmlərinin cəmi ən böyük olan hal 78 olan halıdır. Əgər 21378 olsa, bu ədədin həqiqətən də 15-ə bölünməsindən alınan qalıq 3 olacaq. AB cəminin maksimal qiyməti o zaman olur 15. Davam edək 15-ə. ABC bir-birindən fərqli rəqəmlərdir. A bərabərdir B vurulsun C şərtini ödəyən neçə dənə 3 rəqəmli ABC ədədi var? Bunu soruşur. Deməli, rəqəmlər bir-birindən fərqli olmalı və A bərabərdir B vurulsun C şərti ödənməlidir. Bu şərti ödəyən ədədlər A-nın yerinə biz 1 yaza bilmirik, çünki 1-i ancaq 1 vur 1 şəklində yazmaq olar. 2 yaza bilmirəm, çünki 2 də ancaq 2 ilə 1-in hasilidir. Yenə də rəqəmlərdə təkrarlanma olur. 3 yazmaq olmur, 3 ilə 1-in hasilidir. 4 yazsam 4 ilə 1-in və yaxud da ki 2 ilə 2-nin hasilidir. Yəni istənilən halda bunlara təkrarlanma olur. Həmçinin 5, 7 və 9 ədədlərində də təkrarlama baş verəcək. Ancaq A-nın yerinə 6 yazsam, BC hasilinin 6 olması üçün B ilə isə 2 ilə 3 və yaxud da ki 3 ilə 2 ola bilər. 623 və 632 yaranar. Bir də ki 8 var. 8-i 4 ilə 2-nin və 8-i 2 ilə 4-ün hasili formasında qeyd edə bilərik ki, buradan da 4 dənə ədəd yaranmış olur. Deməli, bu şərti ödəyən rəqəmləri bir-birindən fərqlənən 4 dənə ABC ədədi var. Cavab olacaq A variantı. 16-da x-i 111-ə böldükdə neçə rəqəmli ədəd alınır? Bizdən bunu soruşur. Gəlin, verilən bu ədədi 111-ə bölək və görək hansı qanuna uyğunluqla bölünür. Bölmüş olsaq əgər 111-i içərisində 111 bir dəfədir. Bura 1 yazırıq. Düşür 111. Qalıq 0, yuxarıdan 2 düşür aşağı. 211-ə bölünmədiyinə görə bura nəticəyə 0 yazırıq. Daha sonra 2-ni düşürürük, olur 22. 22-ni 111-ə böldükdə yenə də bölmək olmadığına görə nəticəyə 0 düşəcək. Bu dəfə bir dənə də 2-ni düşürürük aşağı və olur 222. 222-ni 111-ə böldükdə nəticə olacaq 2. 111-i 2-yə vursaq, olar 222. Çıxarıq, cavab qalar 0. Daha sonra 3-ü düşürürük aşağı, yenə də 3 bölünmür, 0 yazılır.
33 düşür. Yenə də bölünmür, 0 yazılır. Bu səfər 333 111-ə bölünəcək və 3 düşəcək. Hansı ki bu qanuna uyğunluğumuz olduğu formada davam edir. Deməli 1 yazılır, arxasıca 2 dənə 0, 2 yazılır, yenə 2 0, 3 yazılır, 2 dənə 0 və ən nəhayətində 8, 2 dənə 0, sonda isə 999-u 111-ə böləndə 9 düşəcək. Buradan 1-dən 8-ə qədər ədədlərdə bu üçlük davam eləyir. 1 0 0, 2 0 0, 3 0 0 və nəticədə 4 8 0 0. 8 vurulsun 3. Burada 24 dənə rəqəm var və sonda da 9 1 dənə rəqəm olduğuna görə deməli həmin alınan nəticədə 25 rəqəmli bir cavab almış oluruq. Bu səbəbdən də alınan ədədin rəqəmlərinin sayı olur 25 C variantı. Davam edək 17-yə. Rəqəmləri fərqli ən kiçik 5 rəqəmli ədədin rəqəmlərinin cəmi 25-dir. Rəqəmləri fərqli deyir. İndi rəqəmlərin fərqli olması halını nəzərə almaq lazımdır. 5 rəqəmli ədədi və rəqəmlərinin cəmi 25-dir. Aydındır ki, ən kiçik olması üçün bunun ilk mərtəbəsi, yəni 10 minliklər mərtəbəsi ən kiçik olmalıdır. Tutaq ki, bura yazırıq 1 və ədədin 25 rəqəmlərinin cəmi 25 olması. Belə düşünə bilərik ki, son rəqəmini biz ən böyük götürsək, əvvəllərə də ən kiçikləri yazarıq. Məsəl üçün, sonuna 9 və 8 yazmış olsam, əvvəllərə nə yazmalıyam? 9 ilə 8-in cəmi 17, bir də əvvəldə var 18, 2 dənəsinin cəmi nə olmalıdır? 7 olmalıdır ki, ümumi cəm 25 etsin. Hansı 2 rəqəmin cəmi 7 verər, özdə rəqəmlər ən kiçik olsun. Təbii ki, bu 25-dir. İndi 25-i bura yazsam 12589 ədədi rəqəmləri fərqli olan ən kiçik 5 rəqəmli ədəd olacaq ki, hansı ki onun rəqəmlərinin cəmi 25 olsun. Yüzlük mərtəbəsindəki rəqəmi soruşur, baxırıq təklik, onluq və yüzlük mərtəbəsindəki ədəd 5 olacaq. Cavab C olur. 4 rəqəmli ədədi 13-ə böləndə qalıqda 11 alınır. X8, Y4 ədədini 13-ə böləndə qalıqda neçə alınacaq? Deməli, X5, Y6 4 rəqəmli ədədini 13-ə böləndə qalıqda 11 alınırsa, bu deməkdir ki, bu ədədi biz 2 vahid artırsaq və 13-ə bölsək, buradan qalıq qalmaz. Çünki əgər qalıq 11-dirsə və bu ədədin tam 13-ə bölünməsi üçün neçə vahid çatışmır? 2 vahid çatışmır da. Əgər 2 də olsaydı, qalıq 11 yox, tam bölünmüş olardı, qalıq 0 olardı. Onda X5, Y6 ədədinin, təbii ki, bu ədəddir, üzərinə 2 gələrəm və X5, Y8 olmuş olar. Deməli, həmin ədəd, baxın, bu ədəd 13-ə tam formada bölünür. Sonra bizdən soruşur ki, X8, Y4 ədədini 13-ə böləndə qalıq neçə alınacaq? İndi, əgər belə düşünək, bir ədəddən o biri ədədi çıxanda bölünənlərdən biri, daha doğrusu, yəni çıxdığımız ədədlərdən biri, məsələn 13-ə bölünürsə və nəticədə qalıq yoxdursa, onda digəri də 13-ə bölünməlidir. Amma biri 13-ə tam bölünür, digərində isə müəyyən qalıq varsa, onda həmin fərqi də 13-ə böləndə qalıq o çıxılanlardan birinin belə deyək də, qalığı qədər olmuş olacaqdır. Azalanın qalığı qədərdir. İndi biz X8, Y4 ədədindən X5, Y8 ədədini çıxaq və görək aradakı fərq nə qədərdir? Aradakı fərqin 13-ə bölünməsindən alınan qalıq bizim üçün bu ədədin 13-ə bölünməsindən alınan qalığı verəcək. Çünki çıxılan burada 13-ə bölünür. İkinci ədəd 13-ə bölünür deyə bizə maraqlı olan birinci ədədin 13-ə bölünməsindən alınan qalıqdır. Onda bu aradakı fərq nədir? Aradakı fərqə baxaq. X8, Y4 ədədindən X5, Y8-i çıxanda, əgər bunu mərtəbələrə bölmüş olsaq, birincinin mərtəbələrə ayrılışı min X, üstə gələk 8-in mərtəbəsi 100-lükdür, 800, üstə gələk 10Y plus 4 və buradan ikinci ədədi mərtəbələrə ayırıb çıxsam 1000X, üstə gələk 500 plus 10Y və 8.
Bunları bir-birindən çıxsam aydındır ki, min x və min x gedəcək, 10y-dən də 10y gedəcək. Və 800 çıx 500, 300, üstə gələk 4 çıxılsın 8, 296 almış oluruq. Deməli, bu fərq 296-dır. Fərqin 13-ə bölünməsindən alınan qalıq bizə x8, y4 ədədinin 13-ə bölünməsindən alınan qalığı verəcək. 296-nı bölək 13-ə görə qalıq nə qədər olur? 29-un içində 13 2 dəfə 26, 36-nın da içində 13 2 dəfə 26. Qalıq da olacaq 10. Deməli, əgər bu ədədin 13-ə bölünməsindən alınan qalıq 10-dursa, birinci ifadəmizin də 13-ə bölünməsindən alınan qalıq 10-dur. Çünki ikinci ifadə 13-ə tam bölünür. Və bu formada biz deməli qalığı 10 tapmış olduq. Cavab D variantı olacaq. 19-da rəqəmlərdən istifadə etməklə bu şərti ödəyən və rəqəmləri fərqli olan neçə dənə ABC ədədi yazıla bilər soruşur. Birinci A-nın yerinə 1 yazaq. 8 ilə 1-in cəmi 9 edir. Bunlardan da cəmi 9 edən 2 ilə 7 var. B2, C7 və yaxud da ki, B7, C2 ola bilər. ABC ədədi onda nə olur? 1, 2, 7, yəni 127 və 172. Daha sonra A-nın yerinə biz 2 yazsaq, 8 plus 2, 10 olacaq ki, 3 ilə 7-nin cəmi də bizə 10 verir. Belə A-nın yerinə 2, B-yə də 3 ilə 7, 7 ilə 3 yazmış ola bilərik. 4 dənə ABC ədədi yazıldı, hansı ki, bunların rəqəmləri təbii ki, fərqli olmalıdır. Cavab olur 4. 1-dən 6-ya qədər ədədləri bir sıraya elə düzmək lazımdır ki, aşağıdakı şərtlər ödənsin. 1, 3 və onlar arasındakı ədədlərin cəmi 10-a bərabər olsun. Deməli, bu ədədləri sıraya düzürük. 6 dənə. Qarışıq formada təbii ki, ancaq onlar arasında müəyyən bir şərt qoyur ki, bir rəqəmi, 3 rəqəmi və onlar arasında dayanan rəqəm hansıdırsa, bunların cəmi olsun 10. İndi təbii ki, 1 ilə 3 bu formada da ola bilər. 3, 1 bu formada da ola bilər. Onlar arasındakı ədəd 6 olmalıdır ki, cəm 10 olsun. Bu formada yazdıq. Daha sonra yazıb 2, 4 və onlar arasındakı ədədlərin cəmi 11-dir. 2, 4 cəmi 6 eləyir. Onlar arasında 5 olmalıdır ki, cəm 11 olsun. Digər tərəfdən 3, 5 və onlar arasındakı ədədlərin cəmi 12-dirsə, 3 ilə 5-in ortasında olmalıdır 4. Aha, mən burada bayaq yazmışdıq 1, 6, 3-ü. İndi görürük ki, 3 yanında 4 ilə 5 olmalıdır. Onda bura yazaq 4, bura yazaq 5. İkinci halda da bura 4, burada 5 yazaq. Sonra isə buradakı şərtə görə 2 ilə 4-ün arasında 5 olmalıdır. Onda 4 buradadırsa, 5 buradadırsa, burada 2 olmalıdır. 4 burada, 5 buradadırsa, 2 də gəlib bu yerdə olmalıdır. 2 dənə versiyamız mümkündür və bizdən 6-nın harda ola biləcəyini soruşur. Birinci versiyamızda 6 ikinci sırada dayanıb, ikincidə isə 6 5-ci sırada dayanıb. Deməli, cavab olur 2 və yaxud da ki 5 D variantı. 21-də rəqəmlərin hər biri bir dəfə istifadə edilir və 3 rəqəmli 3 dənə ədəd yazılır. Yazılan 3 ədədin cəmi ən az neçə ola bilər? Cəmin ən az olması üçün ədədin ən böyük mərtəbəsi daha kiçik olmalıdır. Yəni 3 rəqəmli ədəddən söhbət gedirsə, yüzlük mərtəbəsi ən kiçik olmalıdır. Daha sonra təklik mərtəbəsi isə yəni böyük ola bilər. Kiçik olması üçün yüzlük mərtəbəsi kiçik olmalıdır. Əlimizdə olan təbii ki, biz 3 dənə ədəd yazmalıyıq. 3 dənə ən kiçik rəqəmlərimiz 1, 2 və 3-dür. Hər birinin əvvəlini, yüzlük mərtəbəsini 1, 2, 3 götürək. Sonra ikincidə bunlar gedəndən sonra artıq 4, 5, 6 qalıb əlimizdə. Birinə 4 yazaq, birinə 5, birinə də 6. Hansını hara yazmağımız fərqi yoxdur. Çünki cəm olanda, yəni hansının harda olmasına baxılmır. 3-ünün cəmindən söhbət gedir. 7, 8, 9-u da isə buradan yazaq. 7, 8, 9. Bu 3 ədədi toplayırıq və rəqəmləri müxtəlif olan rəqəmlərin cəmi deməyək, bu 3 ədədin cəmi ən az neçə ola bilər soruşursa, yarada biləcəyimiz ədədlər bu formada olmalıdır. Yüzlük mərtəbəsi 1, 2, 3, onluq 4, 5, 6, təkliklər isə 7, 8, 9 olmalıdır ki, bunları da cəmləyəndə cavabı 774 almış oluruq. B olur cavab. 22-yə baxırıq. Südlə dolu olan bir qabın ağırlığı 872 qramdır.
Aha, deməli bir qab düşünürük və qabın içərisində də süd var. Bu südün qabla birlikdə ağırlığı 872 qramdır. Daha sonra qabın içərisindəki 1/3 qədər südün 1/3-ni boşaldırıq ha. Yəni ümumi ağırlığın 1/3 getmir orada. Qabın içərisindəki südün 1/3 boşalandan sonra qabın ağırlığı olur 652 qram. Boş qabın ağırlığı nə qədərdir? Bunu iki formada yaza bilərik. Birincisi budur ki, südlə dolu qab ağırlığı. Həm burada qabın ağırlığı var, həm də südün ağırlığı var. Qabı Q, südü S ilə işarə edək və ümumi ağırlığı 872. Daha sonra deyir ki, südün 1/3-ni boşaltdıqda, südün 1/3 boşalırsa, əgər burada qabın çəkisi dəyişməyəcəkdir, elə deyil. Qab var və hələ də içində onun süd var. Sadəcə südün üzərindən azalır. Qab olduğu kimi qalır, qabın çəkisi dəyişməyəcək. Ancaq südün 1/3 boşaldı. Nə qədər süd var idi? S qədər. Bunun 1/3 gedəndən sonra yerdə qalır 3/2 S. Və ümumi ağırlıq nə qədər olur? 652 qram olur. İndi bu sistem tənliyi həll eləyəndə birinci tərəfdən ikinci tərəfi çıxsam, Q'lər gedir. S-dən 3/2 S çıxanda qalır 3/1 S. 872-dən də 650 çıxanda qalır 220. 3/1 S 220-dirsə, S-i tapmaq üçün 220-ni 3/1-ə bölməliyəm. 3/1-ə bölmək 3-ə vurmaq deməkdir, yəni olur 660. Südün miqdarı 660 qram imiş. Bəs onda boş qabın ağırlığı nə olacaq? Biz qeyd eləmişdik ki, qabla südün birlikdə çəkisi 872-dir. Hansı ki, burada süd 660-dır. Onda qaba da qalacaq 872 çıx 660, 212 qram. Boş qabın ağırlığı olur 212 qram. İkinci halı nə cür yazmaq olardı? Düşünə bilərik ki, bu qab südlə dolu bir qabdır. Ağırlığı 872 qramdır. Lakin südün 1/3 boşaldılır. Südün 1/3 boşaldılanda çəki azalır. Çəki nəyin hesabına azaldı? Boşaldılan südün hesabına azaldı. Bəs südün nə qədər boşaldıldı? Qabın daxilində olan südün 1/3 qədər boşaldı. 3/1 X, yəni süd S ilə desək 3/1 S boşaldıldı. Qab nə qədər ağırlığı nə qədər azaldı? 220 qram. Ona belə çıxır ki, südün 1/3 gedəndə 220 qram azalma baş verdisə, südün hamısını tökmüş olsaq 660 qram azalma baş verəcək. Artıq südün hamısı töküləndən sonra yerdə təkcə qab qalacaq və qabın da ağırlığı olur 212 qram. Bu səbəbdən də yəni hər iki versiyada cavabı 212 alırıq. 23-də yenə də eyni tipdə olan bir sualdır. Çənin 8/5-i su ilə dolu ikən 17 ton, yarısı su ilə dolu ikən 14 ton ağırlığındadır. Çənin ağırlığı neçə tondur? Bunu müəyyən etməliyik. 8/5-i su ilə dolu ikən, deməli bu çən öz ağırlığı var və çənin içərisindəki suyun ağırlığı var. Çənin ağırlığını C, suyun ağırlığını S ilə işarə etsəm, 8/5-i sudur da bunun. 8/5-i sudur. Və ağırlığı nə qədərdir? 17-dir. Digər tərəfdən deyir ki, yarısı su ilə dolu ikən çən var və çənin yarısı qədər, yəni 2/1 S qədər su var orada. Nə qədərdir ağırlıq? 14 tondur. Yenə də sistem tənliyi həll edəndə tərəf-tərəfə çıxsaq, 8/5 S-dən çıxaram 2/1 S-i və cavabı qalarıq 8/1 S. 8/1 S-imiz nəyə bərabər olacaq? 17 çıx 14, yəni 3-ə. Buradan S-i alarıq 24. Deməli, suyun ağırlığı nə qədər imiş? Suyun ağırlığı 24 imiş. Bəs çənin ağırlığı nə qədərdir? Gətirirəm bunu burada yerinə qoyub hesablayırıq. Çənin üzərinə gəlirəm, 8/5 vurulsun su. 8/5 vurulsun su nə qədərdir? 24-dür. Bu edər 17. 8/5-i 24-ə vuranda 15 alırıq. Ç üstə gələk 15, 17-dirsə, onda çənin ağırlığını tapmış oluruq 2. Deməli, boş çənin ağırlığı 2 tondur. Daxilində olan suyun ağırlığı isə 24, yəni tutumu 24 tondur. 24-cü sual. Torbadakı şarların 8-də 3-ü ağdır, 7-də 2-si qırmızıdır və qalan 38 şar isə qara rəngdədir. Torbadakı ümumi şarların sayını tapın. Torbada nə qədər şar olduğunu bilmirəm, sonra X ilə işarə edirik. Torbadakı dedik ki, şarların sayı ümumi olsun X. Bu X-in 8-də 3 hissəsi ağdır. X-i vururam 8-də 3-ə. Daha sonra bu X-in 7-də 2 hissəsi nədir? Qırmızıdır. Ədədin hissəsini tapanda hissəsinə vurmalıyıq. 7-də 2 X-imiz qırmızıdır.
Yerdə qalanları isə 38-dir. Deməli, bu rənglilərin üzərinə yerdə qalan qaraları da gəlsəm, şarların ümumi sayını almış olarıq. Yəni, tənliyimizi bu formada qurmalıyıq. X-i vurmalıyıq 8-də 3-ə. Bu ağ şarlardır. Sonra 7-də 2 X qırmızılardır. 38 dənə isə qara rəngdə olan şarlardır və nəticədə ümumi şarların sayını almış oluruq. Və bu tənliyi həll etsək, 7 ilə 8 ortaq məxrəc 56 taparıq. 8-ə böləndə 7, 7-yə böləndə 8 alırıq. 21 plus 8 vur 2, 16-nı da gəlsəm 37 alaram. 56-da 37 X üstə gəlirəm 38 bərabər olur X-ə. İndi X-dən də çıxsam 56-da 37 X-i nəticəni alarıq 38. Bu da edir 56-da 19 X bərabərdir 38. X-i də tapmaq üçün 56-nı 38-ə vurub 19-a bölürük. Bu da edir 112. Cavab olur 112. Deməli, torbada olan şarların ümumi sayı nə imiş? 112 imiş. Cavab olur C variantı. Sinifdəki şagirdlərin sayı 26-dan çox deyil. Onlardan 8-i qızdır. Şagirdlərdən 3-ü dərsə gəlməyib. Gələnlərin 4də 3-ü oğlandır. Sinifdə neçə dənə oğlan oxuyur? Deməli, sinifdə olan şagirdlərin sayı bizə tam formada məlum deyil. Sadəcə qeyd edib ki, həmin şagirdlərin sayı 26-dan çox deyil. Maksimum 26-dır. Ümumi halda deyir ki, maksimum 26 şagird var və yaxud da ki 26-dan azdır. Çox deyil ki, az ola bilər. Aha, sinifdə 8 dənə qız var. Şagirdlərdən X qədər şagirdimizin 3 dənəsi dərsə gəlməyib, gələnlərin isə 4də 3 hissəsi oğlandır. Onu belə düşünək. Gələnlərin 4də 3-ü oğlandırsa, biz gələnləri X qəbul etsək, bu X-in 4də 3 hissəsi oğlandırsa, yəni 3X böl 4 sayda oğlan var. Gəlib daha doğrusu. X elə bir ədəd olmalıdır ki, o 4-ə bölünən olsun. Çünki məxrəcdəki 4-ü məxrəcdən azad eləmək istəyiriksə, əgər ki, oğlanların sayı tam ədəd olmalıdır axı. Tam olmalıdır deyə X sonra 4-ə bölünən ədəd olmalıdır. Baxıram 4-ə bölünən ədədlərdən sayı 26-ya yaxın olan məsəl üçün 24 var. Ancaq gələnlərin sayı 24 olsa, burada 3 dənə də dərsə gəlməyənlər var axı. Şagirdlərin ümumi sayı olur 27. Bizə də şərtdə demişdi ki, 26-dan çox deyil. Yəni 27 ola bilməz. Onda nə edirik? Gələnlərin 4də 3-ü oğlandır fikrinə əsasən gələnləri biz X 20 qəbul edirik. 20. İndi baxaq, 20 gələn varsa, 3 dənə də dərsə gəlməyən var. 3 dənə də gəlməyən var. Onda ümumi sinif neçə nəfərdir? 23 nəfərdir ümumi. Bu 23 nəfərdən baxın, sinifin ümumisidir. 8 dənəsi qızdır. 23-ün 8-i qızdırsa, onda yerdə qalan belə çıxır ki, 15 nəfərdən nədir? Oğlandır. Yerdə qalan 15 nəfər oğlandırsa, heç bir ziddiyyət olmur. Baxın, 15 oğlan var sinifdə. 8 dənə də qız var. 20 nəfər dərsə gəlib, 3-ü dərsə gəlməyib. 20-si gəlib. Bu gələnlərin də 15 dənəsi kimdir? Oğlanlardır. 5 dənəsi də belə çıxır ki, qızlardır. Və 3 dənə də dərsə gəlməyən qızlar olmuş olur. Onda bizdən soruşur, sinifdə neçə dənə oğlan oxuyur? Sinifdə 15 dənə oğlan oxuyur. Cavab olur A variantı 15 nəfər. 26-da Rasim yolun yarısını və 1 kilometr gedəndən sonra yolun 3də 1 hissəsini və daha 1 kilometr getmək qaldı. Rasim bir məntəqədən çıxır, tutaq ki, A məntəqəsindən B-yə yollanır. Bu yolun yarısını gedib, yol məsələn X-dır. Yolun yarısını gedib, yolun yarısı X bölü 2 deməkdir. Əlavə olaraq 1 kilometr də buradan gedib. Və yolun nə qədər hissəsi qalıb? Yolun 3də 1 hissəsi və əlavə olaraq 1 kilometr qalıb. X bölü 3 plus 1 kilometrdə qalıb. İndi biz Rasimin ümumi getdiyi yolu toplasaq, hissə-hissə getdiyi yollar, ümumi getdiyi yolu verməyəcək bizə. Əvvəlcə nə qədər getdi? X böl 2 getdi və plusdakı 1 kilometr artıq getdi. Daha sonra isə X böl 3 gedir və əlavə olaraq da 1 kilometr onun getmək üçün yolu qalıb da. Bunu da getsə, tam formada yolu bitirmiş olacaq. Və biz buradan həll edirik. X böl 2 ilə X böl 3-ü toplasam və üzərinə 2 gəlsəm, nəticə X alınır. Bunu da həll etmək üçün X-dən çıxmalıyam bu ikisinin cəmini. İkisini də cəmləyəndə 6-da 5 X eləyir.
X-dən 6-da 5x çıxıb 2 alıramsa, deməli 6-da 1 x-imiz nədir? 2-dir. X də bərabər olur 12-yə. 12 nə idi? X nə idi? Yolun ümumi uzunluğu idi. Bizə nəyi soruşur sualda? Diqqətli olun. Yolun yarısı nəyə bərabərdir? 12-nin yarısı nə olur? 6 olur. Cavab da olur 6. B variantı. Bir ipək topunun birinci gün 7-də 4-ü, ikinci gün qalanının 3-də 1-i satılandan sonra 24 metr ipək qalır. İpək topunun birinci gün 7-də 4-ü satılıb. Deməli, x qədər ipək topu var. Birinci gün bunun 7-də 4-ü satıldı. 7-də 4x satıldı. İkinci gün isə qalanın 3-də 1-i satıldı. Əgər birinci gün bunun 7-də 4x-i satılıbsa nə qədəri qalıb? 7-də 3x-i qalıb. Və bu da deyir ki, qalanın 3-də 1-i satıldı. 7-də 3x-i vurmalıyam 3-də 1-ə. O da olacaq 7-də 1x. Birinci gün 7-də 4x satıldı. İkinci gün 7-də 1-i satıldı. Sonra isə deyir 24 metr ipək qaldı. Onda biz belə düşünək. 7-də 4 və 7-də 1 hissəsi satılıbsa nə qədəri qalıb? X-dan çıxmalıyam 7-də 4 ilə 7-də 1-in cəmini. Yəni 7-də 5x-i nəticə olmalıdır 24. X-dan 7-də 5x çıxanda x-i 7-də 7x kimi düşünüb 7-də 5-in çıxsaq qalacaq 7-də 2x. 7-də 2x-imiz 24-dürsə, x-i tapmaq üçün 24-ü 2-yə bölüb 7-yə vurmaq lazımdır. Bu da eləyəcək 84. Deməli, x-i 84 aldıq. 84 nə idi? Əvvəlki ipəyin belə deyək də uzunluğu idi. Neçə metr ipək olması idi? Bizdən də sonda onu soruşur ki, topda əvvəlcə neçə metr ipək var idi? 84 metr ipək var idi. Cavab olur C. 28. Hündürlükləri eyni olan iki şamdan birincisi 3 saata, ikincisi 5 saata əriyib bitir. Şamlar yandırılandan neçə saat sonra hündürlüklərin nisbəti 3-də 1 olar? Deməli, hər ikisinin hündürlüyü eynidir. Birincisi 3 saata yanıb qurtarırsa, onda 1 saata onun hansı hissəsi yanıb bitəcək? 1 saata birincinin 3-də 1 hissəsi bitəcək. İkincisi 5 saata əriyib qurtarırsa, onda 1 saatda ikincinin 5-də 1 hissəsi əriyib gedəcək. Deməli, bu əriyib getmək bunların hündürlüyündən aparır da. Elə deyil, hündürlüyü h-dırsa, tutaq ki, hər ikisinin 1 saatda bunların hündürlüyünün 3-də 1 hissəsi gedir. X saatda da 3-də 1 vurulsun x hissəsi getmiş olacaq. Onda bəs gedən hissədən əlavə bizə isə onların qalan hissəsi lazımdır. Deyir, şamlar yanandan neçə saat sonra hündürlüklərin nisbəti 3-də 1 olacaq. Bunun yanıb gedən hissəsi aydındır ki, x saatda 3-də 1 x hissəsi yanıb gedir. Hündürlüyünün 3-də 1 hissəsi 1 saata gedirsə, x saatda da 3-də 1 vurulsun x hissəsi getmiş olacaq. Ona belə eləyək. Qalan hissəsini tapmaq üçün 1/3-dan 3-də 1 hissəsini çıxmalıyam da. Çünki 3-də 1 hissə ən sonda yəni tam hissə olmuş olur. 3 saat müddətinə onun tam hissəsi əriyib gedir, digərində də 5 saata. Ona belə eləyək. Hər ikisinin hündürlüyünü h qəbul etsəm, birincinin 1 saatda yanan hissəsi 3-də 1-dirsə, qalan hissəsi də h vurulsun 3-də 2 olur. X saatda yanıb gedən hissəsini çıxanda qalacaq qalan hissəsi 1 çıxılsın 3-də 1 x. Bu formada yaza bilərik. H vurulsun 1 çıxıq 3-də 1 x. Bunu da bölürəm. İkincinin hündürlüyü də h-dır. Bunun isə 5 saata əriyib bitir. Onda 1 çıxılsın 5-də 1 x yazmalıyam. Bu isə bunun qalan hündürlüklərinə nisbəti olacaq. Bu isə deyir ki, hündürlüklərin nisbəti 1/3-dür. 1-in 3-ə nisbətidir. Buradan h-lar gedir. 1-dən 3-də 1 x-i çıxıram. Bölürəm 1-dən 5-də 1 x-i çıxıram. Nəticə olur 3-də 1-ə. Bunu da tapmaq üçün çarpaz formada vurmalıyıq. Vursaq 3-ü vururam. 1 çıxılsın 3-də 1 x-ə. Bu da bərabər olur. 1-i vururam 1 çıxılsın 5-də 1 x-ə. Sol tərəfdən vurub açsaq 3-ü 1-ə və 3-ü 3-də 1-ə vuranda 3 çıxılsın x. Sağ tərəfdə də qalacaq 1 çıxılsın 5-də 1 x. Buradan x-ləri bir tərəfə, ədədləri bir tərəfə gətirsəm, x-dən 5-də 1 x çıxacam, qalacaq 5-də 4 x. 5-də 4 x-imiz bərabər olacaq 3 çıxılsın 1-ə 2-yə. X-i də tapmaq üçün 2-ni bölməliyəm 5-də 4-ə. 5-də 4-ə bölmək 4-də 5-ə vurmaq deməkdir.
2-ni də 4-ə 5-ə vuranda 2-lər ixtisar gedir və qalır 2-də 5. Yəni 2,5 saat sonra, 2-də 5 saat sonra onların hündürlüklərinin nisbəti 3-də 1 olacaq. Cavab da oldu D variantı. Müəyyən bir hündürlükdən atılan top hər dəfə yerə dəyəndən sonra əvvəlki hündürlüyünün 4-də 3-ü qədər yuxarı qalxır. Deməli top bu hündürlükdən atılır. Məsəl üçün burdan x məsafə var. Daha sonra bu yerə dəyir və bura qədər qalxır. Yəni x qədər qalxmır. Biraz daha az qalxır. Hər dəfə özünün 4-də 3 hissəsi qədər qalxır. İndi növbəti dəfə burdan yenə atılıb yerə dəyəcək və yerə qalxanda artıq yenə də özünün 4-də 3 hissəsi qədər qalxacaq. Həmin məsafə nə qədər idi? 4-də 3 x idi. Yenə də bunun 4-də 3-ü qədər qalxır. Yəni 16-da 9x qədər qalxmış olur nəhayətində. İndi deyir ki, ikinci dəfə dəyəndən sonra, yəni bizə bu lazımdır. İkinci dəfə dəyəndən sonra 27 sm hündürlüyə qalxıb. Birinci dəfə dəyib qalxdığı 4-də 3x qədər idi. İkinci dəfə dəyib qalxdığı isə 4-də 3-ü x-in də 4-də 3 hissəsidir. Yəni 16-da 9x-dir. Bu isə 27-yə bərabərdir. 16-da 9x-i bərabər edirik 27-yə. Buradan x-i tapmaq üçün 27-ni 9-a bölüb 16-ya vururuq. Cavab da olur 48. Deməli, top ilk öncə 48 metr hündürlükdən, santimetr hündürlükdən atılıb. Cavab olur C variantı. 30-dan satıcı kiloqramını 1 manata aldığı fındığı təmizləyərək ləpə şəklində satır. Deməli, kiloqramını 1 manatdan alır, sonra təmizləyib satır. Fındıq qabıqdan çıxarıldıqdan sonra ağırlığının 3-də 1-ini itirir. Satıcı zərər etməmək üçün ən az neçə manata satmalıdır? Tutaq ki, bu x kiloqram, belə deyək də, fındıq alır və bunun da kilosuna 1 manat verirsə, onda ümumi ona x manat pul vermiş olacaq. X manat pul verir. İndi isə bu x kiloqramdan ağırlığının 3-də 1-ini itirir. Axı bu x kiloqram almışdı və x kiloqramın 3-də 1-ini itirirsə, təmiz ləpəsi nə qədər olacaq? 3-də 2x olacaq. 3-də 2x-i da neçə manatdan satmalıdır? Tutaq ki, n manatdan satmalıdır ki, heç bir zərər olmasın. Yəni yenə də nə olsun? X manata satmış olsun, gəlir əldə etmiş olsun. Elə belə deyək də 1 manata alır, nəticədə x manat xeyir götürür. İndi isə bunu hansı qiymətə satmalıdır ki, onun zərəri falan olmasın da, yəni əvvəl satdığı qiymətə satmış olsun. Yəni aldığı qiymətə də elə nəticədə satmış olsun. Onda bunun tənliyi həll eləsək, buradan x-lər gedir. M-i də tapmaq üçün, yəni m vurulsun 3-də 2 bərabərdir 1-dirsə, m də 1 bölünsün 3-də 2, yəni 2-də 3 olmuş olacaq. 2-də 3 də 1,5 deməkdir. Yəni ki, əgər satıcı zərər etmək istəmirsə, ləpəni ən az 1,5 manata satmalıdır. 31. Qalibgilin evi sağdan 2-ci, soldan 4-cü blokdadır. Bina neçə blokludur? Sağdan 2-ci və soldan 4-cü blokda deyirsə, 2 ilə 4-ün kəsişməsindədir. Yəni özündən bu tərəfdə 1-i var, digər tərəfdə də 3-ü var. Evi buradadır. Sağdan 2-ci, yəni bu tərəfdən 1, 2-cidir. Soldan da 1, 2, 3-cü və 4-cüdür. Yəni 2 ilə 4-ün belə deyək də, 2-ci yerdədirsə özündən sonra 1-i var, 4-cü yerdədirsə özündən əvvəl 3-ü var. 3, 1 və bir dənə də özü toplayırıq 5 dənə. Bina neçə blokludur? 5 blokludur. Cavab 5 olur. Sırada İlqar başdan 12-ci, Amil isə axırdan 26-cıdır. Onlar arasında 5 nəfər var. Sırada ən çox neçə nəfər var? Sırada dayanma şəklini belə götürək. Ola bilər ki, baxın, niyə burada ən çox, niyə ən az söhbəti olur? Çünki İlqar başdan 12-ci dayanıbsa, tutaq ki, məsəl üçün, bura sıranın başlanğıcıdır. Başlanğıc. Sırada dayanıb burada və bu İlqar 12-ci nəfər gəlib olmuş olur. Məsəl üçün, burada 12-ci nəfərdir. Amil isə axırdan 26-cıdır. Bu ikisi arasında da Amillə İlqar arasında 5 nəfər var. Sırada ən çox insan olması üçün belə olmalıdır ki, məsəl üçün, İlqar burada, Amil isə bu bir tərəfdə olsun, ondan geridə və ortalarında 5 nəfər dayanmış olsun. Amildən də arxada nə olacaq? 25 nəfər olacaq da. Çünki əgər Amil 26-cıdırsa, Amilin arxasında 25 nəfər var.
25 nəfər amildən arxadadır. Amil özü 26-cı. Ortada 5 nəfər var. Ən çoxuna baxırıq. 5 nəfər var və birinci sıradan İlqara qədər də 12 nəfərdir. 12 nəfər də bulardır. Bunları toplayırıq, cavabı 43 alırıq. Əgər bizdən maksimum soruşursa, onda nə etməliyik? Bütün sıradakıları toplamalıyıq. Birinci başdan 12-cidədirsə 12 nəfər buradadır. O birisi axırdan 26-cıdırsa 26 nəfər buradadır. 12, 26, 38 nəfər və onların da arasında 5 nəfər dayanıbsa 5 nəfər də buradan da gəlir, olur 43 nəfər. Ancaq ən az sorursaydı ən az neçə nəfər var? Burada isə məsələ artıq dəyişəcəkdi. Niyə? Belə olacaqdı ki, məsəl üçün sıranı buradan götürürəm. Sırada dayanıb, tutaq ki, İlqar buradadır. İlqar buradadır. Sonra gəlir sırada 26-cı yerdə. Amil də bu hissədə olacaq. Və bunların arasında artıq 5 nəfər olmuş olacaq. Yəni bu ikisinin ortasında olan 5 nəfər İlqardan öncədir. Amma ən çox halda, ən çox götürüləni bizdən soruşanda İkisinin ortasında olan 5 nəfər İlqarın arxasında kimi təsəvvür edirik. Çünki insan sayının çox olması üçün gərək özünün arxasında dayanan insanlar çox olsun. Az etmək üçün də özünün arxasında dayanan insanların sayını az qəbul edirik. Yəni ortada olan şəxslər qarşıda olmuş olur. Bu halda ən az çıxır. Yəni növbətidə isə ən azı tapırıq. Burada gəlin ən azı tapanda necə daha rahat tapa bilərik? Daha rahat tapılması üsulu budur ki, məsəl üçün birincinin sırasını verib, ikinci şəxsin sırasını verib və deyir ortada filan qədər şəxs varsa, ilk iki şəxsi 11 ilə 22-ni toplayırıq və buradan 5-i çıxırıq. Əlavə olaraq da 2 çıxırıq. Niyə? Çünki artıq bu sayıların içərisində 50 də hesablanmış olur. Arzunun özü də hesablanmış olur. Yəni baxaq suala. Belə bir sıra düzək. Bilet almaq üçün sırada duran Əli başdan 11-cidir. Yəni bura sıranın başlanğıcıdır. Başdan 11-ci nəfərdir bu Əli. Yəni burada tutaq ki 11-ci nəfər artıq Əlidir. Sonra deyir ki, Arzu sondan 12-cidir. Arzu ilə də Əlinin arasında 5 nəfər var. Bax, məsəl üçün belə götürək. 1 nəfər, 2 nəfər, 3 nəfər, 4 nəfər, 5 nəfər buradadırsa, artıq Arzu gəlib harda olmuş olur? Bu sırada olmuş olur. Onda Arzunun yeri başlanğıcdan harda olur? Əli 11-dədir. Ortada 5 nəfər varsa, Arzu da gəlib düşəcək hara? 5-ciyə düşmüş olacaq da. Elə deyil. Çünki 11-dən çıxırıq bu ortadakı 5 nəfəri. Bir də Arzunun özü var da. 5 gəlir Arzuya düşür. Ortadakı 5 nəfər 11-ci də olur Əli. Və Arzu sondan 12-ci idi axı. Ortada neçə nəfər qaldı? 5 nəfər buradadır. 1 nəfər Əli, 6 nəfər. 12 olması üçün 6 da axırda dayanmalıdır. Əlidən də arxada 6 nəfər dayanmalıdır. Yəni nəticədə neçə nəfər olmuş olur? Arzudan yuxarıda 4 nəfər var. Arzu ilə Əlinin ortasında 5 nəfər var. Daha sonra Əlinin özü və Əlinin arxasında 6 nəfər. Bunlar da nə edir? 7 nəfər də bunlar olmuş oldu. Və nəticədə oldu 16 nəfər. Mahiyyət etibarilə nə elədik? 11 ilə 12-ni toplayırıq. 11 ilə 12-ni. Elədi 23. Bu 23-dən çıxmalıyıq 5-i. Niyə bu 5-i çıxmalıyıq? Çünki onların ortasında da, yəni baxı, 11-in içərisində 12-nin sayı hesablananda 5 bunların ortasında gedir. Çıxmalıyam 5-i, edəcək 18. Amma cavab 18 deyil, 16-dır. Niyə? Çünki bu sayıların içərisində axı Arzu ilə Əli özü də gedir. Biz 11-i, 12-ni hesablayanda, hesaba qatanda Arzu ilə Əlini də o şəxslərin ortasında götürürük. Ona görə 2 nəfər də buradan çıxır. Cavab olur 16. B variantı düzgün cavab olur. Diqqətli olmaq lazımdır. Məsəl üçün, o birisini də bundan eyni qaydada həll eləyək. Sırada ən az neçə nəfər gözləyir? Ən çox nəfər soruşsa, 14 ilə, baxın bu sual üçün, biri deyir əvvəldən 14, digəri arxadan 16-cıdır. 14 ilə 16-nı toplayardım, üstünə də 4 nəfər gələrdim. Bu niyə belə olur? Baxın, sırada durublar da, bunlar sırada durub. İlk 14 nəfər var burada. 14-cü nəfər də nədir? Məsəl üçün, tutaq ki, olsun Ayşə. Bu Ayşə 14-cü nəfərdir. Ayşənin özündən əvvəl 13 nəfər var. Ayşə ilə digəri arasında 4 nəfər var. 1, 2, 3, 4.
Onda digər şəxs də burada olar və o da sonda neçənci sırada olmuş olur? 16-cı. 16 nəfər bu belə deyək də Gülşən və Gülşəndən arxadakılardır. 14 nəfər Ayşə və Ayşədən öndəkilərdir. Oldu 30 nəfər. Bunların da ortasında 4 nəfər var axı. 34 nəfər. Bizdən maksimal soruşsaydı, sırada ən çox neçə nəfər var soruşsaydı, götürəcəkdik 34. Ən az soruşanda isə bayaq yuxarıda dediyimiz qayda ilə eləyirik. Toplayırıq. Ortasında olan ədədləri çıxırıq və neçə nəfərdir? 2 nəfərdirsə əlavə olaraq 2 də çıxırıq. 14 ilə bu səbəbdən 16-nı topladıq, elədi 30. 30-dan çıxmalıyam 4-ü və əlavə olaraq 2-ni çıxmalıyam. Cavab olur 24. Deməli, sırada ən azı 24 nəfər gözləyir. Yenə eyni prinsipdir. Sxem üzrə qurmuş olsaq da, deyir ki, kasanın qarşısına gözləyən Ayşə və Gülşəndən biri əvvəldən 14-cüdür. Tutaq ki, kassa buradır. Burada 14-cü nəfər Ayşədir. Sonra deyir ki, arxadan 16-cı nəfər Gülşəndir. Məsəl üçün, onların arasında 4 nəfər var. Baxın, tutaq ki, mən indi Gülşəni götürürəm yuxarıda. Arada 4 nəfər var və Gülşən də bu hissədədir. Bəs bu Gülşən arxadan 16-cı idi axı. Gülşəndən axırda neçə nəfər olmuş olur ümumiyyətlə belə düşünək. Gülşəndən arxada 15 nəfər olmuş olur. 15 nəfər olmuş olur. Üzərinə gəlirəm. Gülşənin özü. Gülşəndən yuxarıda neçə nəfər olacaq bəs? Ayşəndən yuxarıda 13 nəfərdir. 1, 2, 3, 4. 4 nəfər budur. Ayşəndən yuxarıda 13 nəfər var. 5 nəfər bu Gülşənlə birlikdədir. Daha doğrusu 4 nəfər ortadadır. Bu 4 nəfəri çıxandan sonra yerdə qalmış olur neçə nəfər? 10 nəfər. Təbii ki, bu Gülşəni də bunların içində saydıq axı biz. Bir də buradan çıxırıq. 13 nəfər var. 4 dənəsində çıxdım. 14 nəfərin içərisində Ayşəni çıxandan sonra yerdə 13 nəfər qalır. 13 nəfərdən bu ortadakı 4-ü aşağıda saymışıq deyə 13-dən də 4-ü çıxanda qalır 9 nəfər. 10 da 15 plus 9 yenə də gəlib cavabı 24 almış oluruq. Yəni ki, ən az, ən çox söhbəti eləyəndə ən çox da götürüb hamısını toplayırıq, ən az da isə toplayırıq, ortada olanları çıxırıq, əlavə də olaraq 2 nəfər çıxırıq. Cavab buradan olmuş oldu 24. Hər yolun kənarına hər 50 metrdən bir işıq dirəkləri bastırılır. 500 metr yolda neçə dənə dirək bastırmaq lazımdır? Gəlin bunu kiçik məsafəli bir sual üzərində göstərək. Tutaq ki, 50 metr yoldur. Yox, olsun 10 metr yol və 5 metrdən də bir dirəklər qoyaq. Baxın, 10 metr yoldur. 5 metrdən bir dirəklər qoyuramsa 5, 5, 10. Neçə dənə dirək olmuş oldu? 1, 2, 3. Tutaq ki, 15 metr yoldur. 5-dən bir dirək qoyuramsa nə qədər olacaq? 4. Yəni, bunun künc hissəsi də var axı. Təkcə ortalara qoyulmur. Başlanğıc və sonrada qoyulur deyə bir dənə də əlavə dirək sayı olmuş olur. Yəni, biz 500 metr yolda hər 50 metrdən bir işıq dirəkləri qoyulursa, 500-ü bölürük 50-yə və üzərinə də 1 gəlirik. 10 plus 1, 11. Nəticədə bizə 11 dənə işıq dirəklərini bastırmaq lazım gələcəkdir. Cavab 11 olur. 11 metr məsafə ilə 9 dənə ağac əkilib. Deməli, bir ağac, sonra 11 metr məsafə var, 2 ağac bu formada davam eləyir və ən nəhayətində müəyyən bir yol almış olur. 9 ağac əkilibsə, neçə dənə ara var burada? 9 ağac əkilibsə 8 ara var. 8 ara var və hər bir ara 11 metrdirsə, onda 88 metr olmuş olacaq da bu yolun uzunluğu. 88 metr. İndi bizə deyir ki, birinci ağac, yəni bu ilə sonuncu ağac, 9-cu ağac arasında qalan məsafə nədir? Təbii ki, 88 metr olacaq B variantı. İpi 13 yerə kəsmək üçün 65 saniyə vaxt lazımdır. Baxın, bunu da sadə bir nümunə üzərində götürək. Tutaq ki, bir dənə ipimiz var və ipi 2 yerə bölmək istəyirəm. Onda neçə dənə kəsik atıram? 1 dənə. Mən ipi 4 yerə bölmək istəyirəmsə, neçə kəsik atacağam? 1, 2, 3. Baxın, 1, 2, 3, 4 dənə hissəyə bölündü. Hissələrin sayı həmişə kəsimlərin sayından bir vahid çox olur. 13 yerə kəsirəmsə, bölürəmsə 12 dənə
13 hissəyə ayırıramsa 12 dənə kəsim etməliyik biz. Deməli 12 dəfə nəyisə kəsmək lazımdır ki, 13 yerə bölünsün. Hər kəsimə neçə saniyə vaxt sərf eləmişəm? Bu məsələ var. 12 dənə kəsimə, 12 kəsimə 65 saniyə vaxt lazımdır. Bəs biz bunu 25 yerə bölmək istəyirik. 25 yerə bölürüksə neçə dənə kəsim atmalıyıq? 24 dənə kəsim atmalıyıq. 24 dənə kəsimə də nə qədər saniyə lazım olacaq? X. Buradan tənasübü həll eləsək, 12-dən 24-də 2 dəfə artırsa, 65-dən də x-ə 2 dəfə artı olacaq və x olacaq 130 saniyə. 130 saniyə də nə deməkdir? 2 dəqiqə 120 saniyədir. 2 dəqiqə 10 saniyə. Cavab olur 2 dəqiqə 10 saniyə. 60 sm uzunluğunda olan bir lövhəni 24 dəqiqədə 4 bərabər parçaya ayıran işçi eyni lövhəni 6 bərabər parçaya ayırmaq üçün necə dəqiqə sərf etməlidir? Baxın, 24 dəqiqədə 4 bərabər parçaya ayırır. 4 parçaya ayırırsa, baxın, bir hissəni 4 parçaya ayırırsa 1, 2, 3 dəfə kəsim etməlidir də. 3 kəsim. 24 dəqiqəyə bu 3 kəsim eləyir. Deyir, indi 6 bərabər hissəyə ayırmaq istəyir. 6 bərabər hissəyə ayırmaq üçün neçə kəsim etməliyik? 5 dənə kəsim etməliyik. 5 kəsimə neçə dəqiqə vaxt sərf eləyəcək? Biz bunu tapmalıyıq. Bu da artıq tənasübdür. Çarpaz formada vururuq. 3x bərabər olacaq 24 vur 5, yəni 120-yə. X də olacaq 40 dəqiqə. Yəni ki, eyni bir lövhəni 6 bərabər hissəyə ayırmaq üçün 40 dəqiqə vaxt sərf etməlidir. Cavab olur D variantı. Bir miqdarda pul 10 nəfər arasında bərabər şəkildə paylanır. Əgər pul 8 nəfər arasında bölüşsəydi, hər adama 2 manat daha çox pul düşərdi. Buna görə paylanacaq pul nə qədər idi? Mən pulun miqdarını bilmirəm. Müəyyən bir miqdardır pul. X qədər puldur. X qədər pulu 10 nəfər arasında böləndə hər kəsə x bölünsün 10 manat düşəcək. Deyir, əgər mən bu pulu x-i 8 nəfər arasında bölmüş olsaydım, hər kəsə 2 manat daha çox pul düşərdi. Onda 2 manat daha çox pul düşərdi deyirsə, biz buradan 2 çıxmalıyıq ki, bu birisinə bərabər olsun. Məsəl üçün, indi məsələn, x qədər puldur da. Bunu 10 nəfər arasında bölürüksə, hər kəsə daha az pul düşmüş olur. Belə çıxır ki. Amma 8 nəfər arasında böləndə hər kəsə daha çox pul düşəcək. Təbii ki, insan sayı azaldıqca bir nəfərə düşən pulun sayı da artmış olur. Pul 8 nəfər arasında bölüşəndə hər adama 2 manat daha çox pul düşürsə, tənliyimiz bu formada olur. İndi bunu da həll etmək üçün x böl 8-dən çıxmalıyam x böl 10-u bərabər etməliyik 2-yə. Ortaq məxrəci taparaq 40. 8-ə böləndə 5, 10-a böləndə 4. 5x-dən 4x çıxanda 1x qalır. Bu da bərabərdir 2-yə. X bölünsün 42-dirsə, x də bərabər olacaq 40 vurulsun 2, yəni 80. Nəyi soruşurdu? Paylanacaq pul nə qədər idi? Biz də x-i paylanacaq pul qismində işarələmişdik. Deməli, 80 manat pul paylanmış olacaqdı. Sonra 5 dost birlikdə nahar edirdilər. Süfrədəki kotletlər dostlar arasında bölündü. Mən bilmirəm süfrədə nə qədər kotlet var, onların sayını x qəbul edirəm. Nahara başlamamış bir dost da onlara gəlib qoşuldu. Deməli, x qədər kotlet var idi və 5 dost bunları öz aralarında bölmüşdülər. Hər kəsə nə qədər kotlet düşmüşdü? X bölünsün 5 qədər. İndi deyir ki, onlara bir nəfər də qatıldı. Dostların sayı oldu 6. Hər biri öz kotletindən birini yeni gələn dostuna verdi. Yəni, belə edirik də, x böl 6 üstə gələk 1. Və yaxud da ki, hər bir kəs özünə düşən kotletdən birini götürdü. Hər kəsə x böl 5 qədər kotlet düşürdü axı. Bunlardan birini götürdülər, yeni gələn dostlarına verdilər. Hər kəsdə nə qədər kotlet olmuş oldu? X böl 6 sayda. Çünki 6 nəfər arasında paylanmış oldu da və bərabər bölündü. Sonra deyir ki, kotlet sayı yenə də bərabər oldu. Onda buradan x böl 5-dən çıxacam x bölünsün 6-nı. Bərabər eləyəcəyik 1-ə. Bu da eləyəcək. Ortaq məxrəc 30-dur. 30-u 5-ə böləndə 6, 6-ya böləndə 5. Yuxarıda x qalır, bərabərdir 1. X 30-a böləndə 1 düşürsə, x də elə 30-a bərabər olmuş olacaq. Deməli, süfrədə əvvəlcə 30 dənə kotlet var imiş.
72 hədiyyəni yarışma iştirakçıları arasında elə bölürlər ki, hər laureat adi iştirakçıya nisbətən 4 hədiyyə çox alıb. Deməli, burada adi iştirakçılar var və laureatlar var. Onların sayısını hələ ki bilmirik. Deyir ki, hər adi iştirakçıya nisbətən 4 hədiyyə laureat daha çox alıb. Adi iştirakçı x sayda, bu sayda. X sayda hədiyyə alıb, laureat isə x plus 4 sayda hədiyyə alıb. Nəticədə deyir, bütün laureatlarda hədiyyələrin sayı adi iştirakçılara nisbətən 2 dəfə çox oldu. Ümumi 72 hədiyyə var idi və bunlar adi və laureat arasında bölündü. Laureatlara adilərdən 2 dəfə çox düşdü. Ona belə çıxır ki, laureata düşüb 48, adi iştirakçılara düşüb 24. Çünki 72-ni 3-ə bölürük. 24 düşür, bu birisi də onun 2 qatıdır 48. Onda nə var? Laureatlar adi iştirakçılardan daha azdır. Baxın, adi iştirakçıların bir dənəsinə x sayda hədiyyə verilir və onlara verilən ümumi hədiyyələrin sayı 24-dür. Onda adi iştirakçıların sayı nə qədər olmuş olur? Ümumi hədiyyələrin sayının bir nəfərə düşən hədiyyələrin sayı olan nisbəti bizə adilərin sayını verəcək. 24 bölünsün x. Laureatların da sayı olacaq 48 bölünsün x plus 4. Və bizə şərtdə deyilir ki, laureatlar adi iştirakçılardan daha azdır. Yəni ki, 24 bölünsün x böyükdür 48 bölünsün x plus 4-dən. İndi burada baxaq. X-ə 1 vermiş olsaq, 48 baxın burada 5-ə bölünməyəcək. Hər bir iştirakçıya düşən hədiyyələrin sayı tam ədəd olmalıdır axı. Buna görə x plus 4 48-ə bölünən bir ədəd olmalıdır. Gəlin x-ə 2 yazaq. X-ə 2 yazanda 24 bölünsün 2 olur 12. 48 bölünsün 6 olacaq 8. Həqiqətən də 12 8-dən böyükdür. X-imizin 2 halında heç bir problem olmur. Cavab da elə x-in 2 halıdır. Gəlin x-ə 4 verək. 3 verə bilmirəm çünki 3 plus 4 7 48-ə 48 7-yə bölünmür. X-ə gətirib 4 yazanda 24 bölünsün 4 6 olacaq. 48 bölünsün 4 plus 4. Yəni 48 bölünsün 8 6 olacaq. 6 da 6-ya bərabərdir, yəni böyük deyil. Bu səbəbdən x-in 2-dən böyük hallarında ziddiyyət yaranmış olur. Deməli 2 halı düzgündür. Onda belə çıxır ki, adi iştirakçıların birinə düşən hədiyyələrin sayı 2-dir. Laureatların bir dənəsinə düşən hədiyyələrin sayı 6-dır. İndi soruşur ki, hər laureata çatan hədiyyələrin sayını müəyyən edin. Bir dənə laureata çatan hədiyyələrin sayı olur neçə dənə? 6 dənə. 6 dənə hədiyyə olur ki, 8 nəfərdirlər axı onların sayı. 8 nəfərdir, onlara opşi 48 hədiyyə paylanır. Adilərin də sayı 2 nəfərdir ki, daha doğrusu sayı 12 nəfərdir və hər birinə 2 dənə hədiyyə paylanmış olur. Buradakı hədiyyələrin sayıdır. Paylanan hədiyyələrin sayıdır. Bizdən də laureata paylanan hədiyyələrin hər birinə düşənlərin sayını soruşur. O da olacaq 6. Y variantı. 42-də Əli və Vəli bağa alma yığmağa getmişdilər. Qaydanda Əli zəmbilində olan almaların yarısını Vəlinin zəmbilinə yığdı. Vəli zəmbilinin ağırlığından şikayətlənib zəmbilində olan almaların yarısını Əlinin zəmbilinə boşaltdı. Evə çatanda Əli zəmbilindəki almaların yarısını Vəliyə verdi. Yəni ki, bunlar almalarını bölüşə-bölüşə gəlib çatdılar evə. Və nəticədə Əlinin zəmbilində 15, Vəlidə isə 33 alma oldu. Soruşur ki, Əli nə qədər alma yığmışdı? İndi başlanğıcda Əlidə və Vəlidə nə qədər alma olduğunu hələ ki bilmirik. Əli və Vəlidə müəyyən qədər almalar var. Birincisi, qaydanda Əli zəmbilində olan almaların yarısını verir Vəliyə. Vəlinin zəmbilində almaların sayı artır. Sonra Vəli zəmbilinin ağırlığından şikayətlənir və yarısını da verir Əlinin zəmbilinə boşaldır. Burada. Sonra evə çatanda Əli zəmbilindəki almaların yarısını Vəliyə verir. Deməli, Əli də zəmbilindəki almaların yarısını verdi Vəliyə. İndi nəticədə Əlidə 15 alma oldu. Vəlidə isə 33 alma oldu. Vəlidə 33 alma olmasına səbəb nə idi? Əlinin öz almalarının yarısını Vəliyə verməsi idi də. Əgər Əli
öz almalarının yarısını Vəliyə veribsə və özündə 15 dənə alma qalıbsa, onda nə qədər alma var idi onda? 30 dənə alma var imiş ki, yarısını verib 15-ini verib Vəliyə, özündə 15 qalıb. Onda Vəli əgər Əlidən 15 dənə alma alıbsa, özündə əvvəl nə qədər alma var idi? 18 dənə alma var idi. İndi növbəti dəfə bu Vəli öz almalarının, bu keçidə baxıram. Vəli öz almalarının yarısını Əlinin zəmbilinə boşaltmışdı da və öz zəmbilində qalıb 18. Öz zəmbilində 18 qalıbsa, yarısıdır da bu. Nəyin yarısıdır 18? 36-nın. Deməli, Vəlinin çantasında 36 imiş ki, o 18-ini verib Əliyə, özündə 18-i qalıb. Və bir də buna nəzər yetirək. Çantasında olan 36 almanın 18-ini Əliyə verəndən sonra Əlidə olan almaların sayı oldu 30. 18 dənə almanı götürəndən sonra 30 olubsa, deməli bunda əvvəl 12 dənə alma var imiş. İndi növbəti Əli də öz almalarını ilk başda yarısını vermişdi kimə? Vəliyə. Əli öz almalarının yarısını Vəliyə ötürəndən sonra Əlidə baxın 12 dənə alma qalıb. Deməli onda nə qədər alma var imiş? 24 dənə alma var imiş ki, yarısını, yəni 12 dənəsini verib Vəliyə, özündə 12 dənəsi qalıb. Və 12-sini Vəliyə verəndən sonra Vəlidə 36 olubsa, Vəlidə də deməli nə qədər imiş? 24 dənə alma imiş. Neynədik? Bunu tənlik qurmaqla da yazmaq olardı. Birində x götürərdik, birində y. Sonra x bölü 2, o birisini y-in üzərinə gələrdi, x bölü 2-ni. Sonra həmin ifadəni təzədən 2-yə bölüb digərinin üstünə gələrdik. Sadəcə tənlik yolu biraz, belə deyək də, çox uzun gedir. Ondansa belə tərsindən getmək daha məqsədə uyğundur. Həm daha düzgün və yəni heç bir tənlik falan olmadan bizi yola aparır. Həm də ki, yəni düzgün cavab aparır. Həm də ki, yəni daha rahatdır, konkret ədədləri görə bilirik, heç bir tənlik qurmuruq da. Daha az vaxtımız aparır, belə deyək həm də ki. İndi yenidən bir dənə də başdan baxaq, dəqiq yoxlayaq bunu. Baxın, Əlidə və Vəlidə ilk öncə 24 dənə alma olub. Əli zəmbilində olan almaların yarısını Vəlinin zəmbilinə yığıb. Yəni 24 idi, yarısını 12-sini verdi Vəliyə. Vəlidə də oldu 36, özündə qaldı 12. Sonra Vəli zəmbilinin ağırlığından şikayətləndi və orada olan 36 almanın yarısını, yəni 18 dənəsini verdi Əliyə. Əlidə də 12 dənə idi axı. 18-ə də gələndən sonra oldu 30. Əlidə 30, Vəlidə 18-i qaldı. Sonra Əli evə çatanda öz zəmbilində olanların yarısını verdi Vəliyə. Vəlidə 18 idi axı. 15 də gəldi, oldu 33. Əlinin özündə də 15 alma qalmış oldu. Bizdən nə soruşur? Əli nə qədər alma yığmışdı? Əli 24 dənə alma yığmışdı. Cavab 24 olur. D. 10 nəfərin məşğul olduğu dərnəkdə qızlar komandası ilə oğlanlar komandası arasında yarış keçirilir. Yarış qalibləri üçün 80 dənə konfet nəzərdə tutulur. Qızlar qalib gəlsələr, konfetlər onlar arasında bərabər bölünər və 3 dənə konfet artıq qalar. Yəni bu məqama diqqət yetirək. 10 nəfər yarışır. Qızlarla oğlanlar birlikdə 10 nəfərdilər. Yarış qaliblərinə 80 dənə konfet ayırıblar ki, versinlər. Amma əgər qızlar qalib gəlsə, onların sayına uyğun şəkildə bərabər formada bölünəcək və bu 80 konfetdən 3 dənəsi artıq qalacaq. 80 konfetin 3 dənəsi artıq qalırsa, deməli 77 dənə konfet bunlar arasında bölünüb. 77 konfet neçə yerə bölünə bilər? 77-nin bölündüyü ədədlər 7 və 11-dir də. Ona belə çıxır ki, 11 nəfər qız ola bilməz axı, cəmi 11 nəfərimiz heç yoxdur bizim. Cəmi 10 nəfərimiz var. Onda belə başa düşürük ki, qızların sayı nə qədərdir? 7 nəfərdir. Qızların sayı 7 nəfərdir və hər bir qıza 11 dənə konfet düşüb, 77 konfet paylanıb, 3 dənəsi də qalıb. İndi əgər qızların sayı 7-dirsə, qızlar 7-dirsə, oğlanların da sayı olacaq 3 nəfər. Və bu 80 dənə konfet 3 dənə oğlan arasında bərabər şəkildə paylansa, 80-i bölərik 3-ə, cavab düşəcək 26 və qalıq da qalacaq 2. Baxın, bölək 3-ə, düşür 26 və qalıq da qalır 2. Əgər 80 dənə konfet oğlanlar qalib gəldiyi təqdirdə onlar arasında bölünsə,
2 dənə konfet artıq qalmış olacaq. Cavab olur 2 A variantı. Keçirik artıq saat, dəqiqə bu məsələlərə. Saat və dəqiqə əqrəblər arasında qalan bucaqlar və s. Deyir, sutkanın qalan hissəsi keçən hissəsindən 2 dəfə çoxdur. İndi saat neçədir? Sutka bilirik ki, 24 saatdan ibarətdir. Keçən hissəsi və qalan hissəsi. Bunlar arasında 2 dəfə fərqləmə münasibət var. Qalan hissəsinə x, keçən hissəsinə 2x desəm, sutka ümumi 24 saatdır axı. 3x-imiz 24-ə bərabər olur. Buradan da 24-ü bölürəm 3-ə, x olur 8. Deməli, sutkanın 8 saatı keçib, 16 saatı qalıb. İndi saat neçədir? Saat 8:00-dır. Kərim hər saatda 20 dəqiqə irəli gedən qol saatını 12:20-yə qurur. Həqiqi vaxt 20:50-ni göstərəndə Kərimin qol saatı neçəni göstərir? Deməli, 12:20-dən 20:50-yə qədər neçə saat vaxt keçir? 12:20-dən 20:20-yə qədər 8 saat keçir. 20 dəqiqədən də 50 dəqiqəyə keçən müddət 30 dəqiqə olmuş olur. Yəni 8 saat 30 dəqiqə bir vaxt keçdi. 8 saat 30 dəqiqə. Bu da deyir ki, Kərimin saatı, qol saatı hər saatda 20 dəqiqə irəli gedir. Deməli, bu 1 saatda 20 dəqiqə irəli getsə, bəs 8 saatda neçə dəqiqə irəli gedəcək? Bu olur 8 vur 20, yəni 160 dəqiqə. 160 dəqiqə irəli getdi. Axı bizim əlavə olaraq 30 dəqiqə də var idi. 20-dən 50-yə qədər 30 dəqiqədə. Bu 1 saata, yəni 60 dəqiqəyə 20 dəqiqə irəliləyirsə, 30 dəqiqədə də bunun yarısı qədər, yəni 10 dəqiqə irəlini göstərmiş olacaq. Onda belə çıxır ki, 8 saata 160 dəqiqə irəli getdi. Yarım saatda da 10 dəqiqə irəli getdi və nəticədə bunun saatı 170 dəqiqə irəliləmiş oldu. 170 dəqiqə neçə saat, neçə dəqiqə deməkdir? 60-a böləndə qalır 2 saat və 50 dəqiqə. 2 saat 50 dəqiqə. İndi 20-50-nin üzərinə biz 2 saat 50 dəqiqə gəlməliyəm. 2 saat gələndə olur 22:50. 2 saat vaxt keçdi. 50 dəqiqəndə gələndə hal-hazırda 50-dir. 10 dəqiqə gələndə 23:00 olacaq və 40 dəqiqədə gələndə olacaq 23:40. Deməli, 20:50-ni göstərəndə onun qol saatı əslində 23:40-ı göstərmiş olacaq. Yəni, həqiqi vaxt 20:50-dir, amma onun qol saatı 2 saat 50 dəqiqə irəlini göstərir. Saat olacaq 23:40. C variantı. Bugün şənbə günüdür. 198 gün sonra hansı gün olacaq? Bizə məlumdur ki, həftənin 7 dənə günü var və hər 7 gündən bir bu təkrarlanır. Məsəl üçün, bugün bazar ertəsi günüdürsə, 7 gün sonra yenə bazar ertəsi olacaq. 14 gün sonra yenə bazar ertəsi olacaq və 7-nin misillərində hər dəfə gəlib eyni günün üstünə düşəcək. Bəs 198 günün içərisində neçə dənə həftə var? Bunu tapmalıyıq. Neçə dənə təkrarlanan həftələr var? Bizə əsas maraqlı olan qalıqdır. Tam dövrlər atırıq, qalıq bizi maraqlandırır. İndi 198-in içərisində neçə dənə 7 tam dövrün olduğuna baxaq. 2 dəfə 14, 58-i də 7-yə böləndə qalır 8, 56, düşür 2. Qalığımız olur 2. Deməli, bugün şənbə gündürsə, 196 gün sonra yenə şənbə günü olacaq. 2 gün sonra da olacaq bazar və bazar ertəsi günü. 198 gün sonra olur bazar ertəsi günü. İndi saat neçədir? 15:30-dur. 145 saat sonra saat neçə olacaq? Bizə məlumdur ki, 15:30-dursa 24 saat sonra yenə saat 15:30 olacaq. 48 saat sonra yenə 15:30 olacaq. Yəni, hər 24 saatdan 1 saat gəlir təkrarlanır. Dövr eləyir. Ona görə də 145-i böləcəyik 24-ə. Düşəcək 6, 144 və qalacaq 1 saat. Deməli, 144 saat sonra yenə saat 15:30 olacaq və əlavə də olaraq 145 saat keçməsi üçün 1 saat da keçməlidir. 1 saat keçib olacaq 16:30. Cavab da olur 16:30 D variantı. Saat və dəqiqə əqrəbləri arasında bucağın tapılma düsturu var.
Bucaq bərabərdir 11D çıxılsın 60S. Təbii ki, bu moduldadır. Bölünsün 2. Saat və dəqiqə əqrəbləri alfa deyək də buna. Saat və dəqiqə əqrəbləri arasında qalan bucağın tapılması düsturu 11 vurulsun dəqiqə çıxılsın 60 vurulsun saat bölünsün 2 formasında tapılır. Burada saat nədir? 7-dir. Dəqiqə isə 13-dür. Gətirib yerinə yazıram. 11 vurulsun D. Dəqiqəmiz 13 idi. Buradan çıxıram 60 vurulsun saat. Saat nədir bəs? 7-dir. Təbii ki, bu modulda mənfi olmamalıdır da. Bölürəm 2-yə. 11-i 13-ə vuranda olacaq 143. 60-ı da 7-yə vuranda 420. Bunu da 2-yə böləcəm. 420-dən 143-ü çıxsam, təbii ki, bu moduldadır. Olacaq 277 bölünsün 2. Bunu da böləndə cavabı 138,5 almış oluruq. Cavab olur 138,5. Saat 16:45-də saat və dəqiqə əqrəbləri arasındakı bucaq. Yenə də bizdən alfanı soruşur. Yazıram 11 vurulsun dəqiqə. Dəqiqəm nədir? 45. Bir də ki, bir şeyi vurğulayım. Bu 16:45 həm də 04:45-dir də. Eyni şeydir. 16:45 olsun ya da 04:45 olsun. Heç bir fərqi yoxdur. Onu yuvarlaqlaşdırıb 04:45 formasında da yaza bilərsiniz. Burada saatın yerinə artıq gətirib biz 16 yazmırıq. Çünki biri var 60-ı vuraq 16-ya, biri də var 60-ı vuraq 4-ə. 60-ı 4-ə vurmaq daha sadə hesablamaya gətirir. Gələk 60-ı da vuraq saata, yəni 4-ə. Bölək 2-yə. 45-i 11-ə vuranda olur 495. Buradan çıxıram 240-ı və bölürəm 2-yə. Bunun da cavabı olacaq 127,5. Cavab Y variantı olmuş olur. 50. Yenə də 12:36-nı biz 00:36 qəbul edə bilərik. 11 vurulsun dəqiqə. Dəqiqəmiz 36-dır. Çıxılsın 60 vurulsun saat. 60 vurulsun 12 və yaxud da ki 60 vur 0. Heç bir fərqi yoxdur. Yəni də eyni cavab alınacaq. Bölünsün 2. 11 vur 36 böl 2. 60-ı 0-a vuranda 0 olacaq zaten. 1 vur 36 böl 2 olacaq 198 B variantı. 51-də 19:44-də yenə də 19:44-dür. 7:44 yazmaq olar. 07:44. 11 vurulsun dəqiqə. Dəqiqəmiz 44. Çıxılsın 60 vurulsun saat. Yəni 7. Bölünsün 2. 44-ü 11-ə vuranda 484. Çıxmalıyam 420-ni. Və bölməliyəm 2-yə. 484-ü 420-yə çıxanda nə qalır? 64 bölünsün 2. 64-ü 2-yə böləndə cavab qalır 32 dərəcə. Təbii ki, bu böyük nəmiş? Kiçik bucağı göstərir. Kiçik bucağı göstərir. Aydındır ki, saat məsəl üçün və dəqiqə əqrəbi arasındakı bucaq ya 32 olacaq, ya da onu 360-a tamamlayan olacaq. Buradan 360-dan da çıxmalıyam 32-ni. Cavab qalacaq 328 və bu formada. Yəni ki, variantlarda olan cavab ola bilər ki, biz tapdığımız cavab variantda yoxdur. Onda onun 360 dərəcəyə tamamlanmasını götürürük. Çünki tam çevrə, saat bir çevrədir də, çevrə formasında hərəkət edir. 360 dərəcədir. Onun istər dəqiqə və saat əqrəbi arasında qalan kiçik bucaq, istər böyük bucaq, yəni bunlar eyni anlama gəlirlər onsuz və variantlara da bir dənəsini verir. Ya böyük bucağı verir, ya da kiçik bucağı. 14:00-da düzgün vaxtı göstərən saat hər saatda 5 dəqiqə irəli gedir. Düzgün vaxtın 22:00 olduğu anda həmin saat neçə dəqiqə irəli gedər? Deməli 14:00-da düzgün vaxtı göstərir və 14-dən 22-yə qədər 8 saat vaxt keçir. 8 saat ərzində əgər bu 1 saatda 5 dəqiqə irəlini göstərirsə, 8 saatda neçə dəqiqə irəlini göstərəcək? Aydındır ki, 8 vur 5 40 dəqiqə irəlini göstərmiş olacaq. Cavab 40 olur. Sahibin saatı 10 dəqiqə geri qalır. O isə elə bilir ki, 5 dəqiqə qabağa qaçır. Yəni burada əslində realda olan saatın göstəricisi var. Bir də ki, özlərinin bildiyi, yəni özləri elə bilir ki, saat 5 dəqiqə qabağa qaçır.
Bir də Orxanın saatı 5 dəqiqə qabağa qaçır, özü isə elə bilir ki, onun saatı 10 dəqiqə geridir. Və bunlar 12:00-da görüşməyi planlayırlar. Kim görüş yerinə birinci gələcək və saat neçədə gələcək, onu təyin etməliyik. İndi şəxslərin adlarını buradan qeyd eləyək. Sahib və Orxan. Aydındır ki, bunların biri var nəzərdə tutduqları saat, biri də var realda olan saat. Təbii ki, onlar 12:00-da görüşməyi planlayırlarsa, qol saatlarına baxırlar və həmin saata uyğun şəkildə gedirlər görüş yerinə. Biri var onların nəzərdə tutduqları. Biri də var realda saat neçədir bu. Nəzərdə tutulan vaxt sahib üçün baxıram. Sahib deyir ki, elə başa düşür ki, onun saatı 5 dəqiqə qabağa qaçıb. Onda fikirləşirsən ki, sən 12:00-da görüşə getməlisən və saatına baxırsan ki, 12:00-da görüş yerində olasan. Ancaq onu bilirsən ki, yəni belə düşünürsən ki, sənin saatın 5 dəqiqə irəlini göstərir. Sənin saatın 5 dəqiqə irəlini göstərirsə, onda nəzərimizdə tutduğu saat 12:05 olur. O görüş yerinə gedəndə əslində 12:05 olur onun saatında. Çünki bilir ki, 5 dəqiqə bu irəlini göstərir. Amma əslində isə elə deyil. Realda onun saatı nədirsə, əslində 10 dəqiqə gerini göstərir. Yəni bu 12:05-ə baxanda saatında, reallıqda onun saatı 12:15-i göstərməli idi. Çünki 12:05 10 dəqiqə geri qalıb. 12:15 olmalıdır. İndi Orxana keçid eləyək. Orxan da bu görüş yerinə gəlir. Görüşməyi planlayıblar. Orxan da elə bilir ki, onun saatı 10 dəqiqə geri qalıb. Baxır saatına, elə bilir ki, saatı 10 dəqiqə geridir. Onda bu saat neçədə gəlməlidir? 11:50-də gəlməlidir də ora. Saat 11:50 üçün öz saatına baxır, qol saatına. Sıradan çıxmış, xarab olmuş saatına baxır. Görür ki, saat 11:50-dir. Tez fikirləşir ki, mənim saatım 10 dəqiqə geri qalır da. Əslində 12:00 oldu saat. Gəlir görüş yerinə. Amma əslində onun saatı geri qalmırmış. Onun saatı 5 dəqiqə irəlini göstərirmiş. Yəni onun qol saatında 11:50-dir, amma reallıqda 11:45-dir. Ona belə çıxır ki, Orxan öz saatında saat 11:45-də olur görüş yerində. Sahib isə 12:15-də görüş yerində olur və təbii ki, 12:00-a planlanmış bir görüşə Orxan daha tez gəlmiş olur. 11:45-də gəlir. Orxan birinci gələcək və 11:45-də. Cavab B olacaq. Aldığı kitablara 120 manat ödəyən Agil hər kitaba 2 manat daha az pul xərcləsəydi, 2 kitab daha çox ala bilərdi. Deməli, onun aldığı kitabların sayını biz x ilə işarə eləyək. Kitablara 120 manat pul verib və x sayda kitab alıb. 120 bölünsün x. Bu nəyi göstərir? Kitabların sayını göstərir. Deməli, Agilin aldığı kitab sayı x manata, daha doğrusu 120 manat ödəyib və x sayda kitab alıb. Onda o bir kitabı ödədiyi pul nə qədər olacaq? Bir kitabın puludur. 120 bölünsün x manatdır. Bir kitabın pulu 120 böl x. İndi deyir ki, Agil əgər hər kitaba 2 manat daha az pul xərcləsəydi, yəni 2 manat daha az pul xərcləsəydi, 2 kitab da çox ala bilərdi. Yəni x kitab yox, x bölünsün 2 dənə də kitab alardı. Nə zaman x bölünsün 2 kitab ala bilərdi? Bu əvvəlcədən xərclədiyi puldan hər kitaba 2 manat daha az. Yəni buradan 2-ni çıxıb bərabərləşdirməliyəm digərini. X sayda kitab alanda ödəyir 120 böl x. Amma x plus 2 sayda kitab alanda nə qədər ödəmiş olacaq? 120 böl x çıx 2 manat. Yəni əvvəl ödədiyindən 2 manat daha az pul xərcləyir. İndi bu tənliyi həll eləyək. Həll eləmək üçün 120 bölünsün x çıxılsın 120 bölünsün x plus 2 bərabər olacaq 2-yə. Buradan buranı x plus 2-yə vurub, buranı x-ə vursam və çıxsam yuxarıda qalacaq 240. Aşağıda olacaq x vurulsun x plus 2 bərabərdir 2.
Buradan çarpaz vursaq, x vurulsun x üstə gələ 2 bərabər olacaq 120-yə. O hansı ədəddir ki, özünün 2 vahidi artığına vuranda 120 eləsin? 10 və 12. Deməli, x-in qiyməti nə oldu? 10 oldu. Biz x nəyə demişdik? Kitabların sayına Aqilin əvvəlcədən aldığı kitabların sayı 10 dənə. Həqiqətən də baxın, 120 manat ödəyib 10 dənə kitab alıb. Bir dənəsinə nə qədər pul verib? 12 manat pul verib. Amma deyir ki, hər kitaba 2 manat daha pul az xərcləsəydi, yəni 12 yox, hər kitaba 10 manat versəydi, 2 kitab da çox olardı. 12 kitab almış olardı. 12 manatdan biri var 10 kitab alasan, biri də var 10 manatdan 12 dənə kitab alasan. Neçə dənə kitab alıb? 10 dənə kitab alıb. Metal çubuğu 12 bərabər hissəyə bölürlər. Hər parça 11 sm daha qısa olsaydı, çubuq 15 bərabər hissəyə bölünərdi. İndi tənliyi həll edirik. Metal çubuqdur bu. Bilmirəm, bunun uzunluğu nə qədərdir? X qədərdir. Və deyir, bunu 12 dənə bərabər hissəyə böldüm. X bölünsün 12. Hər hissəyə düşən uzunluq bu qədərdir. İndi deyir, hər parça 11 sm daha qısa olsaydı, yəni hər parçanın uzunluğu bu düşəndən 11 daha qısa olmuş olsaydı, çubuq neçə hissəyə bölünərdi? X bölünsün 15. Yəni biri var biz çubuğu bölək 12 hissəyə, biri də var çubuğu bölək 15 hissəyə. 15 hissəyə böləndə təbii ki, aradakı məsafə daha qısa olacaq da. Yəni tənliyi bu formada həll etməliyik. Biri var 12 hissəyə bölmək, biri var 15 hissəyə bölmək. 12 hissəyə böldükdə hər hissəyə düşən uzunluq 11 sm daha çox olmuş olur ki, 15 hissəyə böləndə daha qısa olur. Həll edirik. X böl 12 çıxılsın x böl 15 bərabər olmalıdır 11-ə. Vuranda burada ortaq məxrəc gətirəndə 60 deyirik. 60-ı 12-yə böləndə 5, 60-ı 15-ə böləndə 4. 5x çıx 4x olacaq x. 60 böl x 11 isə x-i tapmaq üçün 11-i 60-a vurmalıyım, yəni 660. Cavab olacaq 660, çubuğun uzunluğu 660 santimetrmiş. Pillələri 2-2 çıxıb 3-3 düşən adam 20 addımda pilləkənləri çıxıb düşdüyünə görə neçə dənə pillə var? Baxın, bu pilləkəndir və bunun pillələridir. Məsəl üçün, nə qədər pilləsi olduğunu bilmirik. Tutaq ki, deyirəm, x sayda pilləsi var bunun. Bir insan bunu 2-2 çıxır. Məsəl üçün, ikisidir. Tutaq ki, bu pilləkənlərdir. Bu formada və s. davam edir. Pillələri 2-2 qalxmaq nə deməkdir? Buradan ikinciyə, 2-dən 4-ə, 6-ya, 8-ə və 2-2 addımlayırsan. Onda neçə dənə addım atırsan? X sayda pilləkənimiz varsa və 2-2 çıxırıqsa, x böl 2 sayda addım atıram. İndi bunu 3-3 düşür. 3-3 düşür. 3-3 düşürsə nə qədər addım atır? X böl 3 sayda addım atır. Nəticədə nə qədər addım atmış olur bu? 20 dənə addımda pilləkənləri çıxıb düşür. X böl 2 sayda yuxarı addım atır. X böl 3 sayda aşağı addımlayır və nəticədə 20 dənə addım atmış olur. Bunu tənliyi həll eləsək, ortaq məxrəcə gətirirəm 6, 2-yə böləndə 3, 3-ə böləndə 2, 3x-dən 2x-i toplayıram, edir 5x. Bərabərdir 20. Buradan çarpaz vururam. 5x bərabər olacaq 20 vurulsun 6-ya. Yəni 5x-imiz 120. 5x-imiz 120-dirsə x olacaq 120 bölünsün 5. Yəni 24. Pilləkənlərimizin sayı nə qədər imiş? 24 imiş. Pilləkənin 24 dənə pilləsi varmış. Sinifin şagirdləri sıralara 2-2 otursalar 3 dənə şagird ayaq üstə qalar. 3-3 otursalar 2 dənə sıra boş qalar. Sinifdəki şagirdlərin sayını tapmaq lazımdır. Deməli, sinifdəki şagirdlərin sayını bilmirəm, x qəbul etmişəm. İndi deyir ki, bu şagirdlər əgər 2-2 otursalar, 3 dənə şagird ayaq üstə qalar. Deməli, x-dən 3 çıxandan sonra şagirdlərin sayı tam bölünür 2-yə və partalara yerləşirlər. X şagird var, 3 dənəsi çıxandan sonra qalanları bölünür 2-yə. İndi deyir ki, əgər 3-3 otursalar, 2 dənə sıra boş qalacaq. 3-3 oturandan sonra 2 sıra boş qalırsa, təbii ki, 3-3 otursalar partalarımız boş qalacaq da. Buradan 2 dənə partanı çıxsam, 2 dənə sıranı çıxsam, nə olacaq? Olacaq x bölünsün 3.
Artıq bundan sonrasını həll etməliyik. Tənlik kimidir. Tənliyin sadəcə qurulma metodu bu formadadır. Niyə bu formada qururuq? Çünki bunlar əslində cavabla, variantla da işləmək olar bunu. Sadəcə tənlik yolu budur, variant yolunda indi deyəcəm. Şagirdlər sıralara 2-2 otursalar, yəni ki, 2-2 otururlar bunlar hər partada, 3 dənə şagird ayaq üstə qalır. Bütün partalar dolur. Bütün partalar dolur. Amma 3 dənə şagird ayaq üstə qalır. Deməli, partada oturanların sayı nə qədərdir? X çıxılsın 3 nəfər oturub. X çıx 3 nəfər oturub və hər biri də aydındır ki, 2-2 oturub da. Onda buradakı parta sayı nə qədər olur? X çıxılsın 3 bölünsün 2. İndi deyir ki, 3-3 otursalar 2 dənə sıra boş qalır. Elə bil 2 dənə parta kimi düşünək də. 3-3 otururlar, amma 2 dənə də partalar boş qalır. Yəni nə etməliyik? X-i bölməliyik 3-ə. Birincidən də 2-ni çıxmalıyıq. Çünki bu halda 3-3 oturanda partalar boş qalır da. Və yaxud da ki, heç buraya 2 yazmayıb, bunun üzərinə birbaşa 2 gələ bilərdi. Yəni istənilən formada həll etmək olar. Ya bu birisindən 2 çıxarır, ya da bu birisinin üzərinə 2 gələr. İndi bu formada həll edəyik. Tənlikdir adi qaydada. X çıx 3 bölünsün 2. Çıxacam X bölünsün 3-ü. Bərabər olacaq 2-yə. Ortaq məxrəc 6-dır. 2-yə böləndə 3, 3-ə böləndə 2. Vururam. Yuxarı edir 3x çıxılsın 9, çıxılsın 2x. Bərabərdir 2. Çarpaz vuranda 3x çıx 2x eləyəcək x çıxılsın 9 bərabərdir 12. X də bərabər olur 12 plus 9 21-ə. Deməli, sinifdəki şagirdlərin sayı nə qədərdir? 21 dənədir. Bunu bu formada həll etmək olar. Partaların sayı ilə də həll etmək olar. Məsələn, 3 dənə variantını deyə bilərik. Tutaq ki, partaların sayını mən x qəbul etmişəm. Partaların sayı olsun x. İndi ikinci həll üsulunu qeyd edirik. Partaların sayı x-dir. Şagirdlər bu partalara 2-2 otururlar. Yəni 2 vurulsun x, 3 dənəsi də ayaq üstə qalıb. 2x plus 3. Deməli, nə qədər şagird var? 2x çıxılsın 3 sayda şagird var. Şagirdlərin sayını artıq bu dəfə x yox, bu qədər qəbul edik. X partaların sayı dedik. X sıraların sayıdır. Sonra deyir ki, 3-3 otursalar 2 dənə sıra boş qalar. Sıralarımızın sayı əvvəl x idi. İndi 2 dənəsi boş qaldı. Neçə dənəsində oturdular? X çıx ikisində oturdular. Hərəsində neçə nəfər oturdu? 3 nəfər oturdu. Bu tənliyi həll eləyərik. Buradan yazırıq 2 qız üstə gələk 3 bərabərdir 3x çıxılsın 6. Buradan çıxandan sonra 3x-dən 2x çıxıram. X 3-ün üstünə 6 gəlirəm 9. X bərabər oldu 9-a. Deməli 9 nəyin sayıdır? Partaların sayıdır. Gətirirəm 9-u qoyuram burada yerinə. Şagirdlərimizin sayıdır axı bu. 2 vur 9 18. Üstə gələk 3 eləyir 21. Yəni bu da bunun ikinci həll yolu. Birincisi şagirdlərin sayına görə partalara böldü. İkinci partaların sayına görə şagirdlərin sayını tapdıq. Üçüncüsü isə heç bir tənlik həll eləmədən sadəcə variantlarla işləyirik. Baxın. İndi bu deyir ki, şagirdlər sıralara 2-2 oturanda 3 nəfər ayaq üstə qalır. Yəni x nəfər şagirdin 3-ün çıxandan sonra 2-yə bölünür. 18-dən 3 çıxsam 15 qalır. 2-yə bölünmür. Getdi. Sonra 23-dən 3 çıxıram 20. 2 ola bilər. 3-3 otursalar. Axı 23-ü insanı 3-3 oturda bilmərik biz burada. Hansısa şagird ayaq üstə qalacaq. Bu getdi. Sonra həmçinin də 25-i 3-ə bölə bilmirəm. Ya 21 olacaq, ya da 27 olacaq variantlara görə. Çünki 3-ə bölünən olmalıdır da 3-3 otururlar. İndi baxmaq lazımdır. Bunlar 21 nəfərdirsə, 2-2 otursalar 3-ü ayaq üstə qalır. İndi 21 üzərindən yoxlayaq. 21-dir, 2-2 otururlar, 3-ü ayaq üstə qalırsa, onda 9 dənə parta çıxır və 18 şagird oturub. İndi 3-3 otursalar, neçə dənə parta olacaq? 21-i bölürəm 3-ə 7 dənə parta. Həqiqətən də əvvəl 9 parta idi, indi 7 partadır. 2 vahid azalma baş verib də, sıralarınsa 2 azalıb.
Amma 27-də belə olmur. Çünki 27-dən 2 otursalar, 3 ayaq üstə qalsa, 3 ayaq üstə qalsa, neçə dənə parta olmuş olur? 12 dənə parta olur. Əgər 27-yə 3 otursalar, 9 partanı tutacaqlar. Onda belə çıxır ki, 3 dənə parta boş qalır. Yəni Y variantının 27 buna görə ola bilmir. 21 isə tamamilə düzgün çıxır. 58. Nərdivanda dayanan adam 4 pillə aşağı, yəni bu bir yerdə dayanıb 4 aşağı, 3 yuxarı, 6 aşağı, 8 yuxarı, 2 də aşağı gedir. Ən son vəziyyətə hansı nöqtədə dayanacaqdır? İlkin vəziyyətə görə harda olacaqdır? İndi bu bilmirəm hardadır. X. 4 aşağı gedib çıxdım 4-ü. 3-də yuxarı gəlib üstünə 3 gəldim. 6 aşağı gedib 6-nı çıxdım 8 yuxarı gedib üstünə 8 gəldim. 2 də aşağı gedib. Bunu hesablayanda 3 ilə 8, 11, çıxıram 4, 7, çıxıram 6, 1, 1-dən də 2 çıxıram -1. X çıxılsın 1. Bu o deməkdir ki, olduğu yerdən bir pillə aşağıda olmuş olacaq. Sənan düz bir yolda 8 addım irəli, 3 addım geri atır. Cəmi 473 addım atır. Deməli, düz bir yoldadır bu. 8 irəli gedir, 3 də geri. 8 irəli, 3 geri gedəndə bu cəmi neçə dənə addım atmış olur? 11 dənə addım atmış olur. 11 addım atır və bu 11 addımda nə qədər irəli gəlmiş olur bu? 3 irəli, daha doğrusu 8 irəli, 3 geri gedibsə, bu 5 addım irəli düşmüş sayılır. 5 addım. Bu əslində 11 dənə addım atanda 5 addım irəli düşmüş olur. Bəs 473 addım atanda nə qədər irəli düşəcək bu? 11 addıma 5 irəli düşürsə 473-də də x düşəcək. Aydındır ki, 11-dən 473-ə 43 vahid, 43 dəfə artım varsa, bu da onda olacaq 215 addım. Tam bölünür də 473 11-ə. Tam bölürük və vururuq 5-ə. Olur 215. Deməli, 215 dənə addım atıb bu. Və hər addımı 50 santimetrdir. Onda neçə metr irəlidə olacaq? Biz də götürürük 215-i, vururuq 50 santimetrə, yəni 0,5 metrə. Bu da olacaq 107,5. 107,5 Y variantı. İndi 60-cı sual buradan bir qədər fərqlənir. Çünki 95 tam bölünməyəcək addımların sayına. Aydın əvvəlcə 6 addım irəli atır. Baxın, 1, 2, 3, 4, 5. 6 addım irəli atdı, amma 1, 2, 3, 4 də geri atır. Daha doğrusu 4 yox, 2 geri atır. 1, 2 də geri atır. 4 addım irəliləmiş sayılır. Yəni bu 8 addım atdı. 8 addım atdı. Amma 4 irəli gəldi. 8 addıma 4 irəli gəlirsə, bu 95 addıma nə qədər irəlidə olacaq? Onu tapmalıyıq. 95 addım atanda bu 8 addım atmışdı axı. 8 atanda tam addımları olur da. İndi 8 addımı tamamlamaq üçün 8, 16, 24 və s. 88 addım olur da bunun addımlarının sayının 8-ə bölünməsi üçün. Deməli, 88 addım atanda o zaman o nə qədər irəliləyəcək? 8-dən 88-ə 11 dəfə artıbsa, 4-dən də 11 artıb 44 olacaq. 44 irəli gəlir. Deməli, bu insan 8 addım atanda 4 addım irəli düşür. 88 addım atanda 44 irəli, indi hal-hazırda 44-dədir. Bunun 88 addımdan 95 addıma çatdırmağı üçün hələ də 7 addımı yoxdurmu? Var. Amma bu 7 addım irəli ata bilmir axı. Bu insan 6 addım irəli, 2 geri ata bilir. Amma 6 irəli, 2 geri atsa 96 addım olacaq. Deməli, geriyə bu sadəcə bir dənə addım atır. 44-ün üzərinə ona görə də gəlirəm 6-nı. 6 addım irəli atdı. 7-ci addımı isə geri atacaq və 1 çıxmalıyam. 44 plus 6 eləyəcək 50. Biri də çıxanda olacaq 49. B variantı. 72 nəfərlik restoranda yalnız 3 nəfərlik və 5 nəfərlik masalar var. Gəlin 3 nəfərlik masaları X, 5 nəfərlik masaları Y ilə işarə edək. Ümumi isə 72 nəfər yerləşir. Onda yazacağım 3x üstə gələk 5y bərabərdir 72. Bizdən
5 nəfərlik masaların maksimal sayını soruşur. Yəni y-in maksimum sayını. Y maksimal olması üçün x minimum olmalıdır. Gəlin x-a 0 verə bilmirəm. X-a 1 versək 3 olacaq. 3-ün üzərinə 5-in mislini gəlib 72 ala bilmirəm. X-a 2 yazsam 6. 6-nın üzərinə yenə də nəsə gəlib 72 ala bilmirəm ki 5-in misli olsun. Burada x-a yaza biləcəyim minimal qiymət 4-dür. X-a 4 yazanda bu olur 12 üstə gələk 5y bərabərdir 72. Buradan 5y alırıq 60. Y də olur 12. Deməli 5 nəfərlik masaların maksimal sayı olmalıdır 12. Y variantı. Şagird birinci gün 10 səhifə oxuduğu kitabı hər gün əvvəlki günə nəzərən 2 səhifə çox oxudu və kitabı 8 günə bitirdi. Deməli birinci gün 10 oxuyub, ikinci gün 2 səhifə çox oxudu, yəni 12 oxudu. Sonra 14, 16, 18, 20, 22 və 24. Və nəticədə 1, 2, 3, 4, 5, 6, 7, 8 gün tamamlandı. 10-dan 24-ə qədər ədədləri cəmləyəndə 10-dan 24-ü toplayıram, bölürəm 2-yə və vururam bunların sayına. Sayı nə qədərdir? 8 dənədir. Topladıq 34, böldük 2-yə, elədi 17. 17-ni də 8-ə vurduq, 136 olmuş oldu. Yəni bu əslində silsilənin cəm düsturudur. Birinci ilə sonuncunu toplayır. Bölür 2-yə, vurur onların sayına və nəticədə kitabın səhifələrinin sayını almış oluruq. 136. Kənan hər gün əvvəlkinə nəzərən 3 səhifə çox oxuyur. Deməli, ikinci gün Kənan 6 səhifə oxudu və kitabı 5 günə yekunlaşdırdı. Birinci gün, ikinci gün, üçüncü, dördüncü və beşinci gün. İkinci gün 6 kitab oxuyur. Hər gün əvvəlkinə nəzərən 3 səhifə çox. Onda birinci gün 3 oxuyub. Üçüncü gün 3 artırıb 9 oxuyacaq. 3 artırıb 12, 3 artırıb 15 oxuyasıdır. Və nəticədə 18, 12, 30, 15, 45 səhifə oxumuş olacaq. A variantı doğru cavabdır. Bir çəmənlikdə olan dovşan və toyuqların ayaqlarının sayı 288, başlarının sayı isə 100-dür. Tutaq ki, çəmənlikdə dovşanların sayını D, toyuqların sayını isə T ilə işarə edirəm. Bunların başlarının hər dovşanın bir başı var, hər toyuğun da bir başı var. Ona görə dovşanla toyuqların başlarının cəmi bərabər edirəm 100-ə. Ayaqlarına baxanda isə dovşanın 4 ayağı, toyuğun da 2 ayağı var. Ona görə dovşanın ayaqlarının sayını vururam dovşanların sayına. Üzərinə də gəlirəm. Toyuqların 2 ayağı vardır. 2T sayda da ümumi toyuqlarımızın ayağı olacaq. Bu da bərabər edir 288-ə. Sistem tənlikdir. Bunu həll eləməliyik. Birinci tənliyin hər tərəfini 2-yə vururam. Ona nə alırıq? 2 dovşan plus 2T bərabərdir 200. Aşağıda da 4D. Üstə gələk 2T bərabərdir 288. Yuxarıdan aşağını çıxsam 2T ilə 2T gedir. 4D'dən 2D çıxanda qalır 2D. 288-dən də 200 çıxanda olur 88. 2 dənə dovşan 88 isə D olacaq 44. Deməli, çəmənlikdə olan dovşanların sayı 44-dürsə, toyuqların da sayı olacaq 100 çıx 44, yəni 56. Bizdən də toyuğu soruşur. Cavab olacaq 56. Qutuda 25 və 50 qəpiklik 60 dənə qəpik var. Tutaq ki, 25 qəpiklərin sayını x ilə götürürəm, 50 qəpiklərin də sayına deyirəm y. Qutuda cəmi 25 manat var. Bu qəpiklərin ümumilikdə sayı nə qədərdir? Deyir, 60 dənə qəpik var. Yəni, x plus y bərabərdir 60-a. Sonra deyir ki, 25 qəpikliklərdən x dənədir, 50 qəpikliklərdən də y dənədir və bunlardan cəmi 25 manat düzəlib. Onda yazmalıyam, manata çevirək də. 0,25x üstə gəlinsin 0,5 y bərabər olmalıdır 25 manata. İkinci tərəfdə hər tərəfi 4-ə vurmuş olsam, nə alacam? X plus y bərabərdir 60 qalır. Aşağıda da olur. 0,25x-i 4-ə vursam x olacaq. 0,5y-i 4-ə vursam 2y olacaq. Və toplayanda olur 100. Buradan birinci tərəfdən ikinci tərəfi bir-birindən çıxsam, x-dən x gedir.
2y-dən y çıxanda y qalır. 100-dən də 60 çıxanda 40 qalır. Deməli, y 40-dır. Yəni 50 qəpiklərin sayı 40-dır. X-ınız da nə qədərdir? Onda X-ınız da 60 çıx 40, 20 olacaq. Deməli, 25 qəpikliklərin sayı 20 dənədir. 50 qəpikliklərin sayı 40 dənədir. Bizdən soruşur, neçə dənə 25 qəpiklik var? X sayda, yəni 20 sayda 25 qəpiklər var. B variantı. Satıcı dəftərlərin hər birini 3 manatdan satanda 90 manat qazanc qazanır. 2 manatdan satanda 42 manat zərər əldə edir. Deməli, dəftərlərin sayını gəlin X götürək. X dəftər sayıdır. Dəftərlərin sayı olsun X. X sayda dəftəri 3 manatdan satırsa 3x manat var. Bu 3x manatın içərisində bunun 90 manat qazancı var. Yəni satışdakı 90 manatı, satışdan olan qazancdan 90 manatı çıxanda satışın ümumi, belə deyək də, maya dəyəri olmuş olur. İndi əgər 2 manatdan satsa bu X sayda dəftəri 42 manat zərər görəcək. Zərər görmək nə deməkdir? Yəni 42 manat da olsaydı əgər bu maya dəyəri çıxardı da, heç maya dəyəri çıxmayıb. Onda 2x-in də üzərinə gəlməliyəm 42-ni. 3 manatdan satanda 90 manat qazancı var. Yəni 90 manat olmasaydı maya dəyərinə satmış olacaqdı. Amma 2 manatdan satır, zərərə düşür. Yəni əslində 42 manat da daha bahaya satmış olsaydı cəmisini, 42 manat da onun maya dəyəri çıxmış olardı. Quracağımız tənlik bu formada olur. 3x çıx 90, 2x plus 42. Tənlik də həll edirəm. X-lar bir tərəfə, ədədlər bir tərəfə. X bərabər olur 42 plus 90, 132. X nəyə demişdik? Dəftərlərin sayına. Deyir, satıcının neçə dənə dəftəri var? 132 dənə. E variantı. 67. Basketbolla məşğul olan qızların sayı atletika ilə məşğul olanların sayından 2 dəfə çoxdur. Deməli, atletika ilə məşğul olanların sayı X, basketbolla məşğul olan qızların sayına isə 2x deyə bilərik ki, oğlanlardan 2 dəfə çox olsun. Sonra deyir ki, qrupdakı qızların sayı və oğlanların sayı bir-birinə bərabərdir. Onda mən bunları toplayıram və bir-birinə bərabər edirəm. Oğlanları toplasam 18, 10, 28, 5, 33. Bir də x var. 33 plus x. Qızları toplasaq 29 plus 2x olur. Və tərəf-tərəfə çıxsam x-la 2x. X-i çıxıram, qalır x. 33-dən də 29 çıxıram, olur 4. X 4 olur. Basketbolla məşğul olan qızların sayı 4 vur 2, 8 olur. Soruşur ki, basketbolla məşğul olan qızların sayını tapın. 2x idi, yəni 2 vur 4, 8 D variantı. 5-ci imtahanda topladığı bala görə tələbənin orta balı 74-dən 70-ə düşdü. Bu o deməkdir ki, bu şəxs 4 dənə imtahan verib və 4 dənə imtahandan ortalama balı olub 74. Artıq 5-ci imtahanı da verəndən sonra bunun ortalama balı olub 70. Orta bal deyəndə nə nəzərdə tutulur? Orta bal nə deməkdir? Ümumi bal bölünsün imtahanların sayı. Ədədi ortanı tapanda, ədədi orta. Toplanılan ümumi balı bölürük nəyə? Ümumi imtahanların sayına. Onda ümumi balı tapmaq üçün orta balı imtahan sayına vurmalıyıq. Belə çıxır ki, yəni bu 4 imtahandan topladığı balın cəmi nə qədərdir ki, ortalaması 74 olub. O balı tapmaq üçün 74-ü 4-ə vurmalıyam. Eləyəcək 296. 296. İndi bu bir dənə də əlavə fəndən imtahan verib və nəticəsi 70-ə düşüb, ortalaması 70-ə düşüb. 5 fəndən ortalaması 70-dirsə, onda 5 fən üzrə imtahan ballarının cəmi nə qədərdir? 70 vurulsun 5, yəni 350-dir. 5 dənəsinin balı 350-dir. 4 dənəsinin balı 296-dır. Onda 5-ci imtahanın balı nə qədərdir? 350-dən çıxmalıyam 296-nı, cavab olacaq 54. Deməli, həmin şəxs 5-ci imtahanda 54 bal toplayıb. Cavab olacaq 54 C variantı.